Selamlar, saygılar bütün bizə qoşulan dostlara və bizi eşidənlərə. Hər nədən qabaq Quzey Azərbaycanda uçağın Rusiya tərəfindən düşürülməsi hadisəsinin bütün dünyada yaşayan Azərbaycanlılara başsağlığı və rəhmət və qalanlara da Tanrıdan şəfalar dilirik. Bildiyiniz kimi 31-ci təxəssüsü bərnaməmizlərdir. Bu günün bərnaməsi İpək Yolu Türklərin şah damarı olacaq. Bu günün tarixini xidmətinizə ərz edim, sonra Döktür Rəhim Ağbayrağı canımız və ruhumuzla dinləyək. Bugün desembr ayının 29-u 2024 və bir daha da otaqda olan əziz eşidənlərimizə öz sevgi və sayğılarımızı sunuruq. Xatırlayım ki, sayın dostlarım, fikirlərin, nəzərlərin, sualların təkcə bərnaməmizin sonunda alacağıq. Ancaq bu arada Özgür bəydən xahiş edirəm, qısa bir məlumat bərnaməmizin eşidənlərinə buyursunlar. Sonra nələr və nə haqda bərnaməmiz irəli gedəcəkdir, mən başlıqlarını xidmətinizə ərz edeyim. Bir daha da Aydöktür Ziya Sədra, Sayın Döktür Rəhim Ağbayraq və o birisi dostlarımıza salam ərz edirəm. Özgür bəy, buyurun, mikrofon sizdədir. Yaşasın deyirəm Eliyar bəy. Uca yaradan adıyla bütün ustadlara salam. Deyirəm kimi xan başda olmaqla Döktür Ziya, həmişəki öyrəşdiyimiz Döktür Rəhim Ağbayraq. Yaşasın deyirəm ki, həmişə bizə dolu bilgilər verirlər. Dostlar, həmişə kimi danışıqlar canlı olaraq Haray Radiodan gedəcəkdir. Haray Radio nədir işlə bilirik? Saytlarımızdan haray.net və harayradio.net və application'dan da hər kim istəsə eləyə bilər. Nədir? TuneIn Radio, oradan da qulaq asa. Eyni halda YouTube'da da əgər yazsaq Haray TV, YouTube'da da canlı olaraq getməkdir. Eliyar bəy, buyurasınız. Mən də sizdən təşəkkür edirəm və xanımı Kimiyadan ki, təşriflər buradadır. Ancaq bugünkü bərnamədə hangi konuları Sayın Doktor Rəhim Ağbayraqdan eşidəcəyik? Birinci, tarixdə İpək yolu necə türklərin inkişafına yol açdı və necə türklərin zəfə uğramasına səbəb oldu? İkinci konumuz, İpək yolunda formalaşan ədəbiyyat, təməddün, uyğarlıq və texnoloji. Üçüncü, Türk dünyasında Azərbaycan bölgəsi və Təbriz şəhərinin önəmli rolu və əldə edilən əsərlər, yazılar, kitablar və səfərnamələrdə qeyd olunmuş bilgilər. Dördüncü, çağdaş və müasir dönəmdə koridorların önəmi və İran şəhəri olanların qərəzli, təəssübli tutarları. Bu mövzularda bizim söhbətimiz olacaq. Xoş gəldin deyirəm. Sayın Döktür Rəhim Ağbayraq cənablarına otaq və mikrofon sizdədir. Əgər Kimiyə xanımın söhbəti olmasa, cənab Döktür Ağbayrağı biz eşidək. Buyurun, elə bir otaqda təkliflər varsa, bəli, buyurun, Döktür Rəhim Ağbayraq. Salam olsun sizə və bütün eşidənlərin xidmətinə. Döktür Ziya, xanımı Kimiya, Özgür bəy, cənabız və o biri yoldaşları ki sözlərimizi həm burada, həm sonra o birisi applicationlərdə, bərnamələrdə, fəzalarda dinləyirlər. Bilirsiniz, bugünün bəhsi şayad ünvanı o belə cəzzab olmayan, maraqlı gəlməyə, amma əsası konuların biridir və əgər biz bu günlərimi istəsək özümüzə bir günü ağlayaq, yəni keçəcəyi özümüzə gərək tuşə eləyək, keçəcəkdən bir zətləri öyrəşək. Lazım idi ki, bu bəhsi, xüsusən bu Zəngəzur koridorundan ötür və önəriləri işi ola bilər. Bunun üçün hətmən gərək bu moriddə bizim bir ibtidai bilgilərimiz heç olmasa olsun. Hərçənd ki, bu əldə olan ittilaat ki, internetdə vardı və nəzərə gəlir ki, insan bu moriddə bir zərə oxuyandan sonra məlumat sahibi olur və bu təvəhhüm danayı, bilgilik adama təvəhhüm vermək çox qorxuludur və həmişə mən bu sanal dünya, məcazi fəzanın
qorxusun, bunu bilirəm ki, bir tədad uşaqlar vardılar ki, sadə 2-3 dənə mətləbi oxumaqla bu təvəhhüm gəlir. İnşallah ki, mən özümü necə ki, tələbə görürəm və o birisi ustadlardan mütməinnəm ki, hər kəs ki, kitab oxur, özünü tələbə bilir, özümüzü tələbə bilək, daimən oxuyaq. Çünki çox qaranlıq nöqtələri vardı. Nə qədər oxusan, nə qədər gedirsən, bu Şəhriyar dedi ki, bu nə, təzə şair, bu dəniz hər nə baxırsan, dibi yox. Çox uzatsan boğazı, ördəyi qaz eyləmisən. Spencer Johnson'un bir kitabı vardı. Fikir edirəm adını elə çox adam hifzləyibdi, elə demək həmin adını bilirlər, amma deyəndə mövzusu, qonusu nə mənədir? O qonudan 2-3 kəlmə istəməyiblər ki, diqqətlə onun pəyamını alırlar. Kitabın adı budur ki, kim mənim pənirimi götürübdü? Çə kəsi pənir mərا bərdاشته است. Bu sadə bir ünvandır ki, gətirirlər, siçanları imtahan edirlər. Bir seri labılar, o hezartular, yəni o rahrular ki olurlar, o kanallardan birinin, qapların birinin ağzında pənir qoyurlar. Siçanı buraxırlar, siçan iyi çəkə-çəkə dolanır, gedir, görür bura bağlıdır, oradan yol vardı, oradan çönür, biləxərə gedir, orada o yolu tapır və pəniri axtarıb tapır. Sabahsı səhər bu işi görürlər və siçan çox rahatdır nisbət qabağa görə gedib o pəniri tapır. 3 gün, 4 gündən sonra ki, da bu siçan da fikir eləməmiş və heç yerə baxmamış, müstəqim bilirdi ki, hangi kanallardan gedəcək ta o hədəfə yetişsin. Bu pənirin yerini dəyişib aparırlar, ayrı bir bucaqda, ayrı bir qapının qabağında qoyurlar. Siçan təbiidir ki, həman yolu sürətlə gedir, amma pəniri görmür. Biraz orada dayanır və axtarır. Axtara-axtara təzəşdən təzə yol axtarır və gedir pəniri tapır. 2-ci gün təzəşdən gedir əvvəl yerə, görür orada da 2-ci yerə rahat gedir və 3-cüsü təzəşdən gedir o 2-ci qapıdan tapır. Bu şəkildə azmayışa idamə verirlər. Amma eşitməlisi budur ki, insanı qərar verəndə həman mövqeyiyyətdə insanlar gedirlər, həman yerdəki o pəniri tapmışlar bir seri dayanırlar və intizarları var, həman yerdə pənir tapsınlar. Bu insanın zəifidir. Yəni eləyə bilməyə, təzə yolları tapa. Axı o söz var idi, məsəl var ingilislərin arasında, deyər ki, siçan bir soba, bir buxarının üstünə atıldı ki, oradan çıxsın camdan dırmaşsın getsin. Soba yanıq idi, bunun ayaqları, əlləri yanar və ondan sonra da oradan atılmaz. Hətta bu xamuş da olsaydı. Yəni bu da vardı. Əgər biz İpək yolu ya bu heç İpək yolu adlanıbdır. Çünki burada minlər cins gəlirdi, kala gəlirdi və biri-biri ilə çox fərqli, dəyişikdir ki, biz bunları danışacağıq. Əgər biz bunun moridində ittilatımız olmasa və həman nostalgiya, در غم ایام گذشته getsəcəyin o həsrətin yemaqda qalsaq, daimən özümüzü xoş eləsək ki, biz şəhər əvvəlin, bilmirəm, ilk şəhər idik, belə böyük şəhər idi, bu cür idi. İndi vaqiət budur ki, biz çox dalı bir şəhər olmuşuq, hətta İranın özündə 6-7-ci şəhər olmuşuq, iqtisadımız çökübdür, bərqi saat, gündə 2 saat gedirik, bilmirəm, dolar gəlibdir 83.000-i aşırı, süftəsiz qeyd edirlər bizim tacirlərimiz. Yəni vaqiət budur. Əvvəl bir dənə bir dəyişiklik, bir təğyirin əvvəl məlzuməsi budur ki, insan o vaqiəti qəbul eləyə bilər. Düzdür, biz keçəcəyimizə iftixar eləməliyik, onlardan öyrəşməliyik, amma təzə yollar tapmalıyıq və əgər bu günlərimdə bəhsimizi eləyə bilsəm ki, bir cür aparam ki, axırda nəticə ala bilək və bu gündən biz dərs ala bilək, fəqət tarixdə nə mənə gəlib, nə mənə alıblar, o olmaya, onda eləyə bilər. Bu 2 saat, 2 sərf edirik, bu müfid olsun. Bu ki, bir tərəfdən də bizim olduqlarımızı əlimizdən tutub alırlar. Yəni biz o qədər pis günə qalmışıq indi, vaqiət budur ki, elə bizi duruma salıblar ki, biz durmuşuq ki, eyvay o bizim qolumuz idi, bilmirəm, davər penaltı tutdu ya tutmadı. Ya durmuşuq, məsələn, bəhs edirik, mənim dilim türkçə idi, türkçədədir, radio Fərda, məsələn, bir guzarişi yazır, mən gedəm tez orada kommenti yazam, vakonişi nişan verəm. Bu çox gülməli bir məsələdir ki, mən ki, indi eləyə bilərdim dünyanın o birisi ölkələrində pişrəftə bir məmləkətim olsun.
eləyə biləm hوش مصنوعیdə çalışam, fəziyə gedəm, eləyə biləm iqtisadımı, rifahımı, sülhümü bu moridlərdə çalışam və özümü aparam yuxarıya, təmiz xiyabanlarım ola, sakin evlərimiz ola, rifahlı xanvadələrimiz ola. Biz durmuşuq hələ bu işi mənim haqqım budur ki, mən türkü öyrəşəm ya öyrəşməyəm, uşağımın adını türkü qoyam ya türkü qoymayam, dükanımın adını türkü eləyəm ya eləməyəm. İbtidai tərin hüquq insanı da qalmışam və bir şəkildə bu vəzirane bahuş parsi idarə edirlər ki, indi bizim vəziyyətimiz dünyada pasportumuzun, keyfiyyət zindəcanlığımızı da demağa gəlməz. Və əgər mən baxıram tarixə, mən görürəm baba, bu o Bərməkyan zamanından, Həratdan tutun gəlsin, Bələmidən tutun, Firdovsudan tutun, Səalibidən tutun, Birunudan tutun, hamısı işləyiblər bunun üstündə. Əslən bunlarda bir təvəhhümü yaranıbdır ki, biz İpək yolunun sahibiydik. Axı siz İpək yolunun ucunda dəyirdiniz, başında dəyirdiniz. Nə adı vardı? Məsələn İpək yolunda deyəm ki, bir dənə farsi bir yer, yurt, bir kalayı bu adda vardı. Və nə, bax məsələn Əbu Reyhan da bu deyibdi, Salibi də deyib, Firdovsu da deyibdi, fuladı ki məsələn oradan gəlirdi. Şəmşir fuladından, əbrişəmdən söhbətlər eləyiblər. Simandan ki Səhruz deyirdilər, Cəmşid, ya həman Keyxosro ki deyirlər, bu gətiribdi, bu siman ixtira eləyibdi, tapıbdı. Atəş Cəmşid ya hətta otu da Cəmşid məsələn bir daş atırdı, dəydi bir ayrı daşa, ot gəldi və bu otu da kəşf elədi. Yəni bəşəri ki, kullu dünyada bu dəstəvərdə müxtəlif nöqtələrdə yetişibdi, az nəzəri bastanşünas olaraq qoyuruq kənara. Biz əfsanələrdən yapışmışıq. Bir girəm də bu Təxti Cəmşid adlanan yerdə siman siz tapa bilməzsiniz. Əlbəttə sonra Rza Şah zamanından işlədiblər, amma o ki o İlami və Aşur Bənanın içərisində ya Yunani o sazələrin içərisində biz onda siman yox idi. Və biz əgər sütun fəqərat türk dünyası deyirik bunu ya şahdamarı deyirik, bircə demirik. Çün bunun nə tənha az nəzəri baværi, nə tənha az nəzəri iqtisadi, bəlkə az nəzəri fərhəngi də türk dünyasında bir böyük bir rolu var idi bu caddənin. Yəni vaqei bir caddə idi, vaqei bir yol idi. Və bu ittihadi türklər və bu hakimiyyəti türklər ki, bu əldən Osmanlılar ola, Əşadan Məmluklar olalar Misirdə, bu əldə Teymurlar olarlar, bilmirəm, Hindistanda, o tayda Türk Moğolları gedələr Çində hökumət eləyərlər. Bütün dünya biz baxanda görürük ki, bir-birinə kömək olurdular və eləyə bilirlər hakim olsunlar. Və mən həmişə Sultan Səlimin o sözü heç yadımdan çıxmır ki, Şah İsmailə dedi ki, bu körpünü yıxma. Bu körpü Türk dünyasında və İslam dünyasında, yəni bu İran ki deyəndə, çox adam İran deyəndə deyib, məsələn bu bir dənə farsının madil bir kəlmədir. Əslən در nəzər tarix o cür dəyir. Necə ki, əslən Turan mutadil və mütəradif türk dəyir. Turanı müxtəlif yazıçılara siz baxsaz görərsiniz. Biri Moğolları da, biri Rusları da qatıb, biri Çinliləri də qatıbdır. Yəni bunlar Turan, siz Ceyhundan üstəni məsələn Turan hesablayırdılar. Ondan əşanı da İran hesablayırdılar. İran da bir yurdu dəyirdi. İran o ki tarixdə var idi Sasanlılar zamanı. Yəni İslam gətirmək, yəni iman gətirmək, yəni fərmanburdar olmaq, yəni şaha inanmaq. Buna İran deyirdilər, inanmayana da Əniran deyirdilər. Və ona görədir ki, siz birdən görürsünüz ki, Səlcuq şahı, məsələn, Səlcuq fərzinin sərdarı durur gedir İstanbul ki, dünyanın o başındadır, özünü İranın şahı adlandırır. Hətta siz birdən görürsünüz Sultan Süleyman, Şah Təhmasibə, məsələn, deyir ki, sən şahı əcəmsən, özün namələrdə və yazılarda şahənşahı İran fəlak gərək nəzərdə tutaq. Nə bu ki, bir dənə nijadə, bir dənə zəbani, bir dənə dil, ırq ya bir dənə topraq, coğrafiyayı bir məkan nəzərdə tutaq. Tənha Rza Şahdan sonra idi ki, bu məfhum bu jeopolitik, coğrafiyayı siyasi tapdı. Bunu da gərək nəzərdə tutaq. Və mən bərxəlaf bu müvərrix Fransəvi Rene Grosse ki, deyir ki, Yunandan təməddün hərəkət edib gedib Çinə yetişibdi. Və bəziləri də deyirlər, yox, Çindən gəlib bu birisi tərəfə gedib qərbə yetişibdi. Mən o cür inanmıram. Mən elə Professor Firidun Ağaoğlunun sözlərin bər əsası bir ki,
bastanşinası موردində öz yurdumuzda, öz toprağımızda çox çalışdım və axtardım. Mən gördüm bu teoriya urmu daha məqbuldur, daha ağlabatan az nəzər tarixi ha, az nəzər təəssübü yox. Və biz bilirik ki, məsələn 1000 il bundan qabaq Çindən təməddün hərəkət edirdi. 200 il bundan qabaq məsələn qərbdən gedirdi şərqə tərəf təməddün. Yəni hər birinin özünün səhmi vardı. Və bu çox kiçik və darbaxmaqdır ki, biz elə fikir eləyək, İran elə əvvəldən təməddün idi, da İrandan da yuxarı təməddün yox idi. Ya Türkdən yuxarı təməddün yox idi, ya Çindən yuxarı təməddün yox idi. O birisi fikir eləyən Misirdən, o birisi fikir eləyən Qərb پیشرفته idi, Şərq bütün bərbər idi. O cür deyildi. Hər tarixdə, hər zamanda coğrafiyanın əsəri var və coğrafiya tarixə hökm aparıbdır. Yəni tarix nəqlin tərifləyib, amma bu coğrafiya idi ki, həmişə təsmin tutubdu. Və İpək yolunda da iqtisad və coğrafiya idi ki, təsmin tutubdu. Amma biz bunları bilməsək, birdən görürsüz ki, tərəf zərtuştular məsələn hələ o iki özləri yazıblar. Çilləni 44 gün yazıblar. Deyin əvvəlinə məsələn bəhmənin 15-də fərzən qurtulurdu. 44 günü gətirir çehilə irtibat verir. Nə bala çillərini, nə qarnına, nə çilləsin. Bunu heç irtibat vermir. Biz gərək özümüz gələk qollarımızı çırmalayaq. Gedək bu indi də biz nədir ki, onlaynda get Kitabxanə Milli Parisin məsələn kitabxanasına. Get məsələn Amerikanın, get məsələn İstanbulun. Bütün kitablar da rahat əldə olurlar. Yəni siz gətirirsiniz, bunları download edirsiniz, bəzilərini alırsınız, oturursunuz, fəqət bir hövsələ istəyir ki, oturasınız, oxuyasınız. Çünki zaman üçün məsələn mən indi bu səfərnamələr oxuyuram. Fərzən Qiyasəddin Nəqqaşın səfərnaməsini oxudum. İnanın ki, məsələn bir səfəni neçə gün çəkir adam oxusun. Çünki hər bir kəlməsini gərək axtarasan ki, bu ad nə mənədir, nə mənə qalasıdır. Onda nə mənə deyirdilər, hardan gəlib, kökü nəcüsünədir və bu cür dəyər şeylər kitab kimi oxuyasan gedə. Bu bir miqdar daha çətin olur. Bu İpək yolu ta 17-ci qarnın sonlarına qədər, 18-ci qarnın ilklərinə qədər hələ işlənirdi. Düzdür, çox tüssüz olmuşdu. Çünki Caddi Murvarid vücuda gəlmişdi ki, Xəlic Kəngərdən ta Uqyanus Hindəcən məsələn var idi. Ya məsələn çay caddəsi İpək yolun yanında bir dənə də çay yolu yaranmışdı. Ki bu da məsələn Pekəndən gedirdi Moskva, sonra ora yol çəkdilər, dəmir yolu çəkdilər və bu bahis olurdu ki, rus dili məsələn təqviyyət olurdu, o güclənirdi, rus güclənirdi. Taza məhsul idi. Bə hər hal çay bir taza məhsul idi. Burada elə parantezdə mən çox söyürəm ki, bəzi yerlərdə bu yeri yetişəndə çayın da moridində ittiliat verəm. Mən o ki mütaliə elədim çayın moridində. Fətəli Şah zamanınacan biz çay iş bilmirdik nə mənədir. Yəni daruyi bir zad idi. Gəlirdi Çindən elə məsələn 1000 il bundan qabaqdan çay gəlirdi. Amma Çini kasalarda bunun oğması var idi, yappası var idi. Yəni çırpardılar bunu. Ondan sonra buna piy qatardılar, buna duz qatardılar və dərmanı bir halətdə işlədərdilər, bunu içərdilər. Türklər kimi, Türkistan türklər kimi buna məsələn süd qatardılar. Yəni biz baxın, hətta Fətəli Şah zamanınacan ha bu bizə tanınmamış bir zad idi. Amma Nadir Şah zamanından da bu bala-bala addı olur. Yəni bunun gəlməsi də çox olur və Nadir Şah zamanında bunu dərbarda da qəndlə içirlər və Müzəffərəddin Şah zamanında hətta varlı ailələr, xanvadələr də başlayırlar çay içməyə və biz görürük ki 1904-dədir ki Hacı Məhəmməd Mirzə Kaşif Səltənə ki bu da deyir bu belə Rusa, bu belə Fərəncə mən bac verincə özüm bunu gətirim əkim. Hindistandan bunun neçə dənə bu çölün gətirir, bunu əkirik, şitillərin bunların Xəzərdə, o Lahican tərəfində bunları bumu elirik və ondan sonradır ki biz görürük bəli də Yəməndən ki fərzən qəhvə gələrdi 700 il bundan qabaqdan o qəhvə moddan düşür və çay bala-bala pişrəv edir, gəlir qabağa tərəf. Bəzi bunların da hətta biz fərhənglərinə baxanda məsələn indi bu elçilər qıza elçi gələndə qız gedər bir çay tutar da. Biz bilmirik ki, elə çay tökər bu kristal istikanlara gətirər tutar. Amma bilmirik ki, bu da elə İpək yolunun bizə sovqətidir, ərməğanıdır gəlibdir. Yəni
Məsələn, Çində, onda da Japon da elə Çinin üzündə idi də hesablayın. Kore də Çinin üzündə idi. Məsələn, Japon məntəqəsində bir qıza elçi gedəndə bu kasada bu yaprağı, tillifi, til üçün bərxəlav bir ki, fikir eləyirik Avropaya kəlmədir. Çinin şimal tərəfində ti deyirdilər və cənub tərəfində, güney tərəfində ça deyirdilər buna. Tillif, lif də ki Avropaya bir kəlmədir, yəni yapraq. Tilifçi biz deyirik çayın tilifi, həman odur. Bu tilifi nə cürsinə kasada qeynədəcəkdi, dəmnədəcəkdi, bilmirəm buna nə mənələr vuracaqdı, kasanı nə cür tutacaqdı, hangi kasada nə qəs su tökəcəkdi, nə mənə bu kimonoların geyəcəkdi, nə mənələr oxuyacaq, nə cür bəzənəcək, hangi şeirləri oxuyacaqdı ki, qeynananın, qeynqudanın bundan xoşu gəlsin, bunu alsınlar. Bunlar hamısı qeyd edirlər o zamana ki, indi heç biri bunların yoxdur, amma çay tutmaq hələ elçilikdə bizdə qalıbdır. Yəni böyüyünün çox adətlərinə mən fikir edirəm baxanda, mən məsələn bu kitabları oxuyanda biləmə xoş gəlirdi. Birdən görürdün ki, qılmaqda qılmaq bilirsiniz nə mənaya deyirlər? Qılmaq Moğolistanın qədim adıdır. Yəni onlara Monqoliya, Moğol demirdilər. Onlar qılmaq deyirdilər. Əlbəttə ruslar qılmaq deyirdilər. Özləri qərəqalpaq deyirdilər özlərinə. Yəni biz necə məsələn siyah səran vardı. Dər tulu tarix, yəni kətibələri ki, Əkətdə var idilər və Beynəlnəhrində var idilər və biz qərəbaşları biz məsələn Dədə Qorqudda görürük, nəqllərin içində görürük ki, çobana deyir, get qərəbaşların yanına. Bu o məni ki, qərəbaşlar kölə və bərdə idilər, o mənidə yox ha. Bu əslən bir siyah səran, eyni Sümerlərdə, Sümerlər özlərinə deyirlər ki, Saqqiqa. Saq başa deyirlər, qiqa da qərə və geciyə deyirlər. Saqqiqa, saçı qara. Dar vaxtı indiki 5000 ildən sonra istəsək deyək, bu cür olur. Bunlar da Moğollar da, çünki Moğolların hamısı Moğol deyildilər ki, o məntəqədə çoxları bunların elə türküdülər və türkü Moğol əslən çox vaxt qarışıq idi. Bəzi vaxt bir-birlərinə hətta təsir qoyurdular. Bir də mən məsələn Rəşid dində görürəm ki, bu gətirir Moğolların adətlərini yazır. Sonra gəlir deyir ki, mən bilmirəm niyə məsələn Tatarlar da onda o məqtədə məsələn əşair türklərə deyirdilər. Onlar ki, kətdə, şəhərdə yaşamırdılar, çadırda yaşayırdılar. Ya məsələn Türkəmən də türklər ki, iman gətirmişlər. Niyə özlərinə Moğol deyirlər? Yəni bundan şikayət edir ki, niyə bunlar özlərinə Moğol deyirlər? Kaş indi ailə idi, diriləydi, gələydi, görəydi ki, paslar da hələ bizə indi Moğol deyirlər, özümüz heç. Onlar da indi bizə Moğol deyirlər və deyirlər sizin dilinizə onlar Moğol gətiriblər. Bu səhvay tarixidir ya Moğolların bəzi zaman o rişadətləri və güclərinə görə bu ittifaq düşübdür və qarışıq düşübdür hər halda. Mən nə mənə deyirdim? Aha, bunu deyirdim ki, o zaman qılmaqdan ya həmin qalpaqdan bu Moğolların tərəfindən bir bir kristali gəlirdi duz kimi məsələn parça olurdu da, ki adına şora deyirdilər bunun. Bu şora ki gəlirdi, indi onlar ki zərgərdirlər qəşəng bilirlər nə mənə deyirəm. Bərain ki bu qızılı əridəndə əyarə bunun yenməsi üstünə şora səpərlər tez-tez. Həmin şoradır. Bunu məsələn qatardılar, güdürdü nə bilmirəm, kömürünə, nə məniylə barıt cürrənərdi və bunları qazanda topa deyirlər. Top yəni almani bir lüğətdir. Biz gərək bunun qazan qədim kəlməsini deyək ki, qazanda bunu top ummanıdır. Yəni tupe cəngir bu cürsünə deyim ki, baş tapa bilər savaş topunda işlədərdilər. Bu nişadırı qoyardılar və top patlardı. İndi olar ki, çox məsələn qədim adamlardılar, qəşəng bilirlər ki, deyirlər nişadır qoydu, məsələn filan kəs getdi göyə. Yəni onu bətər atəş elədi, əsəb elədi, qarışdırdı. Həmin nişadır oradan gəlir. Ya ayrı misal deyim, bizim dilimizdə bu İpək yolunun fərhəngi qalıb, düz çoxları gediblər, hər zət gedib, amma özümüz də bilmirik bunları niyə işlədirik. Birdən deyirik ki, tərəf ipə sapa gəlməz. Nə cür olur tərəf ipə sapa gəlməz? İpə sapa gəlmək üçün qədim bu 2 girəm xurdeyi gümüş pullar olardılar. Araları bunların dəlik olardı. Bunları sapa salardılar. Hətta sapıq deyərdilər buna. Bu pula sapıq deyərdilər ki 72 dana, 56 dana və 100 dana olardı. Meyyar bu cürsünə idi bunları salardılar buna. Və bunlar ip ilə olardılar. Yəni sapıqla
verilərdi. Danadan olmazdı. Çünki çox balaca və riz olardılar bu gümüş pulları. Amma bu yəhudilər, cütlər gətirərdilər. Bunları bir sürtərdilər bala-bala. Qıraqlarını sürtərdilər ki, özlərini bunun xəkəsindən, bunun buradəsindən özlərinə bir sirvət yığardılar. Da bunlar bəzən görərdilər ki, bu bacıya yetişibdi və ipə sapa gəlmir. Ona görə bunları sala bilməzdilər bu gümüş pulların bəzilərin bu sapıqa. Ya biz deyirik sim u zər. Zər ki, xub bəllidir nə mənədir, qızıldır. Gümüşə niyə sim deyirdilər? Çünki simə salırdılar da əslində. Mənzurum budur ki, bunlara deməkdən, pəs İpək yolunun fərhəngi, inancı, bizim indi bu bazarda bir dənə görürsüz dükandadır, oturub bir nəfər, bunun əslən qanında, jenində 2000 illik ticarət vardı, alış-veriş vardı, dünya görüşü vardı ki, nəyi alsın. Çünki bilirsiniz, alış-veriş deyir ki, bunu gərək eldarlıq deyərdilər, cəmiə şinası, mərdum şinası. Bunu gərək dilçilik gərək biləsən, bunu gərək ticarətdən baş çıxardasan. Yəni bir dənə ata-baba sirvətidir yetişibdi bizə. Amma o cür ki, Rza Şah zamanından biz əvvəl ilk şəhərdən bu qanun qoydu da, qanun qoydu ki, məsələn Təbrizdə və Azərbaycanda xarici bazarganlar, eşik bazarganlar alış-veriş eləyə bilməzlər. Elə gələndə qanunu bu qoydu. Təbrizin ipi qırıldı da, həmin ipi qırıldı. Bu da insanın beliyin ipinə irtibatı var, o ip irtibatı yoxdur. O zaman biz bir dənə görürük Rza Şah gəldi və gedəndə Təbriz yenir 6000-ci ilə 5000-ci şəhər arasına. Yəni در طول 15 il bunun zəhmət çəkməyi və xidmət eləməyi Azərbaycanı bu şəkildə viranə qoyur, çöl qoyur və nə qədər kaxlar, saraylar ki, bunları dünyanın hər yerində İpək yolunda saxlayıblar və indi onlara böyük sirvət olubdur, darayı olub, turisti və bizdə bunları birazın Rus patladı, birazın Rza Şah patladı, birazın da hələ indi özümüz aradan, öz əlimizlə aradan aparırıq. Və o zaman ki, kompaniya Hind Şərqi, ya İngilisi bir kompani iş üstünə gəldi. Çünki bilirsiniz, ticarəti ki burada var idi, quruqluqda var idi, ticarəti ki suda var idi, bu elə bətər qorxulu idi, yəni əmn deyirdi. İnsanlar risk eləyə bilmirdilər ki, malların yığsınlar cəmiyə, o da bassın getsin. Amma buradan gedəndə yollar əmn idilər, çünki hər hakim öz məntəqəsini qoruyurdu, qorucular verirdi buna. Heç kəsin cürəti yox idi ki, çünki o hakimlər, məxsusən o qüdrətli hakimləri ki var idilər Səfəvilərdən qabaq, biz o zamandan söhbətlərini eləyirik. Onda da bu yolun elə bir saxlamağı cüzü protokollar idilər ki, gərək cüzü o nə mənə deyirdilər bu kapitulasyon deyirdilər də, fərz eləyin ki, bir dənə o cür bir qanun var idi ki, heç kəs gərək bunlara əl dəyməyəydi, bu elçidirlər, bunlar bazırqandılar, quruq-quruq, hər elçinin gördünüz 500 nəfər, 50 ta 500 nəfər arası olurdu, yəni bəstə bunların əhəmiyyətləri ki, nə qədər əhəmiyyəti var, hər sultan, hər məntəqədən, hər ölkədən, şahlıqdan, xanlıqdan özü bir dənə elçi göndərirdi, ildə bir seyir özü də göndərmək olurdu. Bu elçilərdə o yeni illəri onların başlamamışdan qabaq gərək Çinə yetişəydilər. Yəni o gecədən qabaq gərək yetişəydilər. Qanun bu idi. Biz görürük ki, bu yol var idi, amma su yolu düz işlənirdi. Elə su yolunda biz görürük Kublay Xan zamanı məsələn güzarişlər vardılar ki, orada gəlirdi Hormuzda, Şişdə bunların böyük gəmiləri olurdu və ondan çox əlvan rəhbərə orada cinslər boşalırdı, gəlirdilər. Biz onlara da congi deyirdilər. O gəmilərə congi deyirdilər. Sonra congi şeirci deyirlər. Yəni tənəvvürlü şeir ya congi şadı məsələn indi farsıda vardı. Hamını gəmilərin adlarından gəlibdi. Amma bu qarın 18-də də 75% ticarəti Çin və Batı, yəni Qərb dünyası və Çin ki buradan gəlirdi, keçirdi. Biz görürük %75-i bu kompaniyanın əlindədir. %25-i də düşdü Rusların əlinə. Hətta biz Nadir Şahın məsələn axır təlaşlarına baxanda ki, o imperator Çanlua elçi göndərdi, də axır zorlarını da vururdu, amma vaqiət bu idi ki, da bu yol aradan getmişdi. O zaman bu yol aradan getmişdi və bu kompani da çox zirəng idi. Yəni məsələn əfyunla gəlmişdi qabağa, ticarəti tiryak elirdi, hərzat da verirdi də. Yəni nə mənə məsələn buradan gəlirdi. Fərz eləyin ki, çaxmaq, kibrit.
suya kibrit verirdi. Məsələn, qeyçi verirdilər, bu qeyçi verirdi, ondan da yaxşı, ondan da ucuz. Ayna məfrəği aynalar qoyurdu kənara, bu civə aynaların verirdi ki, eləyə bilirdilər, sən kaxlanı da bunlar bəzəsində məsələn Qacar zamanı. İynə gəlirdi, sovğan gəlirdi. Bunlar hamısı İngilistan tərəfindən gəlirdi və çaydakı böyük bir ticarət olmuşdu. Mənim yarım saatım dəqiqən qutuldu, vaxta paybəndəm. Burada bir ara verirəm. Əgər suali olmasa mən idamə verəm. Çox sağ olun Aydöktür. Gözəl söhbətlər üçün məxsusən teoriya urmiya haqda ki buyurdunuz. Ona görə də bəlkə çox qısa da olsa sizdən eşidək. Otaq suxənranı sizsiz və sair əzizlərimiz ki istəyicilər olacaqlar. Bilirlər ki, qısa danışıqlarını da eşidəcək. Hər halda Aydöktür, Ziya Sədrə də xoş gəldim deyirəm və Cənab-ı Səid İslami, Dr. Təyzadə və sair dostlar. Cənab-ı Ziya Sədrə, maykınızı açın, buyurun, sizi də eşidək, məmnunam, sağ olasın. Cənab-ı Ziya Sədrə, maykınız bağlıdır, əgər mənim səsim var. Bəli, bəli, mən eşidirəm səsizi. Qurban sizə, buyurun, buyurun. Mən ərz eləyim ki, ağay Döktür vaqəən sağ olsun, bir gözəl bu İpək yoluna görə elə bir məsail az cümlə. Mənim də təxəssüsüm Keşavərzidədir. Təsadüfən də bir iki vahid götdük kərəşd olanda çay məsələsində çayı əkib və gedərdik Lahicana, o termi, orada bir ağay Kakuvan vardı, oranın rəisi bizə üçün eləyənməzdi Lahicandan zad eləyə, bizə çay əhmaq və çay nəcür istilah, ənva çaylar nəcürdür və o çay ki Kaşif-ü Səltənə Hacı Məmməd Qacar Quvanlıdır. Ki o gətirib Aydöktür elə dəqiq işarə buyurdular. Əlbəttə çox zəhmətlə gətirib və o ləqəbi Kaşif-ü Səltənəni də biləsinə behəq veriblər. Çünki İran o vaxtdan qabaq çayı varid elərdi. Sonra İngilisin əvamili də mane edilər o işi görə biləxərə gördü və o çay ki gətirib, çayın ənvaı var, kambozu novu var, bir novu var, ona Latin dilində Teasinensis deyərlər, çayı, Çin çayı. Onun yapraqları kiçik olar. Bunu bir tozih verim, qıssa ki, qeyri-mütəxəssislər təbən bilməzlər. Çayda bir dana maddədir, əvvəl ətr olur, sonra təm olur, həman maddə təğyir edir, sonra rəng olur. Ona görə çayı naçarıq 3 çin götürək, bahar fəslinə biraz keçəndə onun ətri var, biraz sonra təmi var, biraz sonra rəngi var. Bunları gəh qatmaq bir-birinə ki, üçü də olalı. O çayı çiynini bülmürdülər. O vaxt biz təhsil eləyəndə 1944-də, 45-də ki, niyə 2000 metrdən ucada əhkiləndə bir təğyirat tapılır. O ətr çayı Darjeeling onda vücuda gəlir. Çay Darjeeling həman Çini çaydır ki, irtifai Darjeelingi də əkilibdir. Ki, onları gətirib, əlbəttə, Lahicanda əkib, mücəssəməsini də bir naagah adamlar demişlər və şahınkidir, salmışlar, sonra bildilər Kaşif Səltənə dübarə mücəssəməsi getdi yerinə. Hər halda bu istədim qıssa demiş olam, Çinin təməddününə İslam aləmi bətər mədyundur və bəşəriyyət də ona tay. Bir dana bir
kitab yazılıb İlum Çininin intiqalı Avropaya. Orada yazır ki, Moğolların vəsiləsi ilə 4 zat Avropaya müntəqil oldu ki, olmasaydı istimar və sərmayedarı Avropada inkişaf tapanmayacaqdı. Əvvəli kağızdır və mürəkkəb, çap. Çində bərəks, məxsən mütuni budayda təxt üstündə yazardılar, Çin mürəkkəbi vurardılar, takka-tak bu cür əllə vurardılar, çap. Gutenberg 13 zatdı, burquşumu əritdi, çapı besdələ Avropaya təbdil elədi. 2000-ci nədir? Barıtdır. Ateşbazlıqda istifadə edərdilər. Çəngiz ondan ilham aldı. Sonra Kublay Qağan zamanında fiş-fişiyə təbdil edərdilər, düşmənin qoşununu atmağa. Sonra topa təbdil oldu. Bu da Moğol vəsiləsi ilə Avropaya müntəqil oldu. Burjuvazi sərmayedarı eləyə bildi. Feodalizmi sındıra və Avropada qüdrətə yetişir. Üçüncüsü qutbunumadır. Emperyalizmi mümkün elədi. Amerika kəşf oldu. Avustraliya kəşf oldu ilə axır. Dünya kəşf oldu. Bu ərz eləyim ki, Haydi, bəy doktor, bir dəqiqə son dəqiqəzdə eşidək mən. bəli, Ay doktor, bir dəqiqə də son vaxtımız o 5 dəqiqə mən hesablayıram. bəli, mən tamamdır. Hər hal bu zad oldu. Bir zat da o kitabda yazılmayıb, İslamdan gəldi, o da elmi cəbr idi. Hesab və həndəsəni qarışdırmaq, Əl-Xarəzmi zat təriqi ilə. Hər halda Avropada Rönesans bu cür başlandı. İslam aləmində də Mənsur zamanında əsirləri tutdular, gətdilər. Onlardan kağız və mürəkkəb var idi, dünya İslam oldu. Olmasaydı İbn Sina 17 yaşında döktür olanmazdı. Bu da istədim o Çinin əhəmiyyəti buyurduqları kimi məsələ uzundur. Mən elə sözü burada son qoyuram və təşəkkür edirəm o gözəl söhbətlərinə. Yaşayasınız, cənab ay doktor, istifadə edirik. Hər halda mənim də öz şəxsi nəzəriməcə bu məsir, bu koridor Türkistan yoludur. Doğu Türkistandan, Uyğuristandan, Qırğızistandan başlayan bir yoldur. Amma bilmirəm niyə həmişə Çinin məsələsi, Çin təməddünü bu qədər hey təkid olur, sanki hər şey Çinin məsələsi də vardır. Hər halda İpək yolunu formalaşdıran uyğarlıq, təməddün, ədəbiyyat, texnoloji uzun bir məsafəni təy edir. Biz ay doktor əsaslarda da qısa bir eşidək, ondan sonra tazdan qeyd edəcəm cənab ay doktor Rəhman Bayraq. Buyurun ay doktor təqsirət. Təşəkkürlər, xoş gördük əziz adminlər və cənab Döktür Bayraq və Döktür Ziya və əziz başqa dostlar da ki, Səid bəy. İpək yolundan bağlı mən ciddən faydalı o deyilə bilgilənirəm əslində burada və çox istərdim qulaq asam. Fəqət bir mövzu ki ilə Döktür Ziya da işarə elədilər. O da bu elmin və bəzi hətta sənəti zatların Avropaya gəlməsi bu İpək yolu ilə əslində gəlir ki, Çindən biri də çapdır, barutdur, kağızdır filan və eyni halda bu əslində bir növ o kürələşmə, yəni qlobalizmin başlayışı bir modeli ki, bu İpək yolu ilə gəlir və
İkinci modeli də Avropadan yayılır ki, o istimari küresəlləşmə ya globalizm ki, o merkantilistlərin təvəssütü ilə gəlir Avropadan ki, məxsusən İngilisdən və Hollandiyadan o tüccarlar ki, bunların özlərinə görə bir fəlsəfələri var idi ki, yəni gedib o birisi ölkələrdən əslində onlardan indi çalıb çapıb ya qazanıb gətirələ öz ölkələrinə. Bəli, bu İpək yolunda fəlsəfə bir cürdəyirdi. Yəni bir dənə məbdə ölkə yox idi ki, məsələn gedələr bu bazırqanlar, tacirlər yığıb gətirələr öz ölkələrinə. Elə yəni alış-veriş idi burada gedirdi və bu əslində bais oldu ki, bu küresəlləşmə bais oldu ki, yəni Avropanın o tüccarı, yəni sərmayədarı ticarisi təbdil olsun bir növ sərmayədarı tolidiyə və bankiyə. Çünki bu küresəl səviyyədə alış-veriş vaxtı ki, geniş surətdə bir uzaq fasilələrdə olur, bu bankdariyə bir növ beynəlmiləli də o cür başlanır ki, o Dadistətdə filan da o pul məsələsi. Yəni bu merkantilistlər ki, tacir idilər, bunlar əslində sonra bankdarlar da olurlar ki, bu günləri o böyük bankdarlar da elə həmin bu demək olar merkantilistlərin ki, bu istismarı dolar başlayırlar ticarət yolu ilə, dərya ticarəti ilə. Onların bir növ nəvələridirlər ki, bu günləri böyük bankdarlardılar. Bu mövzuda danışmaq çox olar. Bəli, mən çox istərdim qulaq asım. Hər hal İpək yolu ilə küresəlləşmə ya globalizm bir növ belə deyək, təbii bir iddia idi. Yəni istemarı dəyirdi. Bəli, o ki, merkantilistlərin əli ilə məxsusən yayıldı. Dərya yolu ilə İngilisdən və Hollandiyadan filandan o bir istismarı bir modelidir ki, əsası da qeyri-əzər ki, öz torpağına gətirəcəkdir. O Machiavelizmin də üstündə oturmuş bir baxış, dünya baxışı idi. Yəni onun fəlsəfəsi ilə qabağa gedirdilər və bu İpək yolunun aparıcı gücü türklər idi və sonra da Moğollar da var idi və ona görə də bu iki dünya küresəlləşmə fəlsəfəsi demək olar rəqabət etdilər bir-biri ilə ki, burada sonda piruz olan o istismarı ya Machiavellisti globalizm idi ki, bu günləri də hakimdir. O piruz oldu və o təbii, o deyirlər, qazancı müamilə forması ilə, yəni İpək yolu metodu ilə ki, türklər çox aparırdı qabağa, o birisinin qabağında şikəst yedi və dünyanı gətirib bura yetirib ki, mənafe üstündə hazırdılar. Hətta dünyanı həstəyi silahlarla və 3-cü Dünya Savaşı ilə bəşəriyyəti yox eləməyə də təhdid edirlər. Yəni əslində bu şəraitin gəlməsi illəti o istismarı fəlsəfə ya dünyanın zəfəri oldu o qeyri-istismarı yayılma ya küresəlləşmədə ki, İpək yolu ilə gedirdi qabağa və ticarət. Sağ olasınız, təşəkkürlər. Buyurun. Mən də təşəkkür edirəm sizdən Aydötür Təğizzadə, xanım Dötür Elmiriyə də ki, təzə təşrif gətirdilər, səlamlarım vardı. Aydötür Səid İslami və sair dostlar. İradət vardı, Kimya xanımı bir də bir qıssa eşidək, eşitməsək olmaz. Buyurun Kimya xanım, siz də bir eşidək, nəzəri söhbəti qeydək. Cənab Aydötür Rəhim Ağbayrağın idaməsinə bəqiyyəni də bir daha da o təsənsülü dövr vurarıq, söhbətlərini eşidəcək. Buyurun Kimya xanım. Salam ərz edirəm və tamam dostlara və təşəkkür edirəm. Dəyərli, biləxərə hörmətli Rəhim Ağbayrağa ki, bu qədər gözəl itilat bizlə paylaşırlar. Mənim xas ərzim olmayacaq, bəlkə gələn serilərdə bir zaman olsa suallarımı tərh elərəm. Olmasa da ki, tərcəyən böyüklərimizi eşitsək, mən iftixardır. Sağ olasın. Mən də sizdən təşəkkür edirəm. Elmira xanım, əgər müsaitsiniz, bir dənə salam sizdən də eşidək. Əgər müsait də olmasaz, Cənab Aydötür Rəhim Ağbayrağın bərnamənin dalısını eşidək. Tamam. Buyurun.
Bəli, salam Əliyar bəy, salam əziz dostlar. Hər vaxtınız xeyir. Çox sağ olun dəvətiniz üçün. Təşəkkür edirəm. Mən də əzizləri eşidirəm hər zaman kimi öyrəşirik və çox sağ olun ki, əziz dostlar burada həmişə kimi bizdən bərabərdirlər otaqda və bizi yardım edirlər. Çox sağ olun, yaşayasınız. Mən də eşidirəm sizlə bərabər. Çox sağ olun. Təşəkkür edirəm. Cənab Aydötür Səid. Əgər müsaitsiniz, biz səlamınızı sizi də eşidək, sonra Aydötür Albayrağı eşidək. Əgər müsaitsiniz, müsait olmasaz ki, Aydötür Rəhim Albayrağı sizə. Tamam. Aydötür Rəhim Albayraq, buyurun. İzami söhbət. Aydötür Ziya da eşitdiniz və mənim də bir qısa bir cəsarətimi də buyurdunuz ki, Türkistan yolu ya elə Çindən yer-göy danışır. Buyurun. Mən çox təşəkkür edirəm, xüsusən Aydötür Ziyadan. Bu məsrin bəli, hasılı birdən görürdünüz ki, olurdu Bu Ali Sina ya olurdu Bu Nəsr Farabi. Əlbəttə bunlara niyə bu deyirlər? Bir dəlil budur ki, Əbu demirlər. Hala Əbu da yazırlar. Ha, bəli çox yerdə deyirlər bu üçün qanun mənasındədir və bunlar qanun در واقع usul elmi qanununu yazırdılar. Buna görə bu deyilir ki, məhsul bu yolda. Hər halda vaxtı biz Çin deyirik, gərək etiraf eləyək Çinin həm böyüklüyünə, həm yaradıcılığına və bu heç əslində heç niyazı yox idi. Yəni bu İpək yolunda əgər biz bu başdan başlayaq, Beytülmüqəddəsdən, Dəməşqdən gələk, Ərbildən gələk, bilmirəm, İstanbuldan, Səmərqəndidən, Kaşqərdən, Buxaradan, Reydən, bütün şəhərlərə baxaq. Tənha şəhri ki, heç birinə ehtiyac yox idi, bu Xan balıq idi, həman Pekan idi. در واقع Çinin niyazı yox idi, heç qızıla da niyazı yox idi. Bu danılmaz. Yəni əgər elmi surətdə istəsək baxaq, bu vaqiəti gərək qoyaq bir yerinə. Amma bu məsir deyil ki, bir fərhəngi, bir kültürü, bir təməddüni, hövzə-i təməddüni yaranıbdır 2000 ildən artıq. Çün məsələn 100 il miladdan qabaqdan çoxdur bizim sənədlərimiz var. Ondan qabaq çox işə yaramazdı. Bəli, ondan sonra biz görürük ki, bu rövnaq tapır. Xüsusən elxanlar, elxan, yəni elin xanı, böyüyü, şahı. Xandakı qağan olubdur. Moğolda در واقع həman xandır, yəni به معنی padşahdır. Biz görürük ki, bu elxanlar zamanında bu daha rüşd eləyibdir. Amma hər birində təsiri var idi. Bu iş məsələn indi bəli biz Təbrizdə əslən görməzdən gələ o cür də deyil. Siz görürsüz ki, bu Xətay, həman Xətayı ki, gedib bu yolu gəzibdir. Deyir, əgər mən bir belə şəhri ki, bu yolda getdim və gəzdim, yəni bu Həratdan məsələn hərəkət eləyibdi, gedibdi və gedib İstanbula, İstanbulda da qalıbdı və orada da ölübdü. Deyir, mən tənha şəhri ki, Xan balıq ya Pekan ilə tutuşdura bilinəm, yəni qabil müqayisədir Təbrizdir. Yəni Təbrizin görün nə qədər əzəməti var idi və qabil müqayisə idi Pekan ilə ya həman Xan balığına. Balıq yəni şəhərdə, Xan balıq bu da işarə eləyəcəm. Amma xəta deyirik, bu xətaydan söhbət gəldi. Şimal Çinə xəta deyirdilər. Qəta ya xəta güney tərəfinə Əs-Sin ya ərəblər Əs-Sin, Sin deyirdilər, Çin deyirdilər və hətta Mah Çin deyirdilər. Yəni böyük Çin. Çin o Maçinki deyirlər. Bu həman o farsi lüğətdən gəlibdir, Mah Çin. Bu balıq kəlməsinin در واقع tədayili ki, xitanlar 957-də eləyə bildilər, gəlsinlər, xan balığı icad eləsinlər, alsınlar oranı və silsilə Liyaone, yəni Türk در واقع bir silsiləsinin ta 12-ci qarnəcən biz görürük bunların huzuru vardı. Ondan qabaq, ondan sonra da həmişə bunların türklərin huzuru var idi və çox adam da bu divar içini türklərə görə türk üçün yox. Siz baxsaz elə cənubda da bu divar vardı. Baxsaz bütün şəhərlərdə bu, elə Təbrizdə də bu divar var idi və çox əzəmətli. Məsələn 12 metr bunun ərzi, 13 metr bunun boyu. Bunları biz baxanda gərək vaqe binanə baxaq.
Amma hər halda xəta, hər adama da xətayı deməzdilər. Xətayı bir dənə indi Hacı moddan düşübdür. Yəni bir miqdarda şaید çoxları eşitdiklə mənə Hacı demə. Vələ qədim Hacı deyəndə tərəf kef elərdi. Türküdə deyərlər ənnənərdi. Yəni xoşu gələrdi ki, mənə Hacı dedin. Yəni bir belə müsibət çəkərdi. Aylar kərvanla gedərdi Məkkəyə ki, buna Hacı desinlər. Xətayı çox yuxarı bir ləqəb idi. Hər adama deməzdilər. Bir dəfədə gedənə də deməzdilər gedəydi məsələn Çinə. Çünki Çinə xəta deyirdilər də türklər. Gedəydi xətayı olaydı, bu cursuna dəyərdi. Seyid Əli Əkbər neçə dəfələr gedirdi. Ata-baba şuğlu olurdu. Ondan sonra biləsə buna xətayı desinlər. Hətta çox adam deyir ki, Şah İsmayıl ki ləqəbin xətayı deyibdi. Bər əsası bu işi deyim mən xəta Karamallahın müqabilində o deyir. Bər əsası bu işi o da söyürdü ki, xətayı deyilsin biləsinəm. Və bu şəkildə deyil, hər kəs elə başını sala, deyə mən tacirəm, bir dənə bilet həvaپیمالا gedi oradan məsələn oynatmalı gətirəm millətin başına böyük qoya. O cursuna deyildi. Tacirləri şahlar gərək göndərəydilər. Bunlara elçi ya ortaq deyirdilər. Ortaq türkçü bir kəlmədir, yəni şərik, yəni karguzar, inhisari sultan. Əlbəttə sultanın özündə mənası var ha. Sultan üçün Xulafai Əbbasıda hər şəhrə deyərdilər. Ona görə çox adam sultan işlətməyib, çox adam şah işlətməyib, çox adam xan işlətməyib. Bunlara da bir ayrı bəhsdə gərək biz danışaq. در واقع bu karvanlar ki gedirdilər, kərvanlar, hər birində kərvan paşası olaydı. Yəni bu hətta bunların ölüm qalmağını eləyə bilərdi qərar versin ki, kim məsələn bu karvanda öldürün getsin. Saat hangi zaman yola düşəcək, hangi zaman dayanacaq, bunları alt-üst eləyə bilərdi. Eyni bir dənə elə məsələn nav cəngi hərəkətə keçir. Görün məsələn nə qədər riz və nöqtələr gərək riayət edildilər ki, bunların hamısı Kərvanpaşanın əlində idi. Bu pişinə xanvadəci istirdi. Bütün ittilaat istirdi. Məsələn o tərəfi gərək giyahşinası tanıyaydı, qohumşinasını gərək tanıyaydı, iqtisad elmini gərək biləydi. Və bu cür dərdi ki, elə varid olaydı Çinə. Birdən girəydi Çinə, o cursuna dəydi. Bunları yollarda, əvvəl şəhərçiyə yetişərdilər qərbdən gedəndə, yəni bizim tərəfdən gedəndə əvvəl Suçiyə yetişərdilər. Suçuda bunları saxlardılar, qərantinə elərdilər. Bunların vizalarına baxardılar. Viza در واقع o kağızlar idi ki, hər sultan bunu öz tamğasını, həmin damğa, tamğa, təmr bunu vurmuşdu və bunu yola salmışdı. Və bunları ehtiramla, izzətlə təhvil alardılar. Bunların tacirləri olardı, özlərinin tacirləri olardı. Amma özləri də çoxlu vəsail aparardılar, peşkeş aparardılar, hədiyyə aparardılar. Necə ki, Çinin məsələn elçiləri bu işi görərdilər. Onları burada axtarardılar. Məsələn, gərək üstünəs gərək gətirməyəydilər. Kağız pul məsələn qədan idi. Barıt məsələn gərək oradan çıxmayaydı. Yəni bəzi cinslər var idilər ki, öz dilimiz qaçaq idilər. Bunları aparıb və çıxarda bilməzdilər. Hətta Çinin öz əhalisi ki, çox cəmiyyətləri var idi böyük şəhərlərində, heç olmasa 12 dənə böyük şəhərin biz tanıyırıq o zaman. Bunlar elə bu cür çıxa bilməzdilər. Gərək imperator bunlara icazə verirdi ki, oradan çıxardılar Pekəndən Səmərqənd, Hərat və Təbrizə yetişərdilər. Yəni Təbrizəcən gələrdilər və nişan rəsmi səfarətdə olardı. Ha çıxardırdı dedi ki, nişanı hakimi buzur mitikumdan. Həmin o nişanı məsələn gərək öz dilimiz saxlayırdılar. Və qapılar var idilər ki, fəqət güney tərəfində qapılar açıq olardılar. Bizim bu Təbrizdə də bu qapılar var idilər də. Təbrizdən məsələn İstanbula aparardılar. Bu kərvan gedərdi İstanbula tərəf. Mən elə o çarşı üstörtülü bazarında İstanbulun apardılar. Dedilər bura Təbriz qapısı deyərdilər bu qapıya. Necə ki burada İstanbul qapısı vardı, Çayqırandan gedəndə rasta küçənin üst tərəfində, indi də gətiriblər ora bir nümayiş cürüyüblər. Oradan İstanbula çıxardılar. Həman şəkildə İstanbulda bir qapı vardı, Təbriz qapısı adlanır. Və bunları elçiləri qoruğabadda saxlardılar. Yəni hər şəhərə gedərdi, özünün qoruğabadı vardı. Oranı qoruğa salmışdılar. Faslar deyirlər, məsələn, qoruq kərdim. Bu da bir türkçü kəlmədir. Yəni hesara salıblar, orada kontrolundadılar. Bunların atlarına baxırlar, yeməklərini verirlər, bunlara paltar verirlər, satından bunlara yorğan döşək verirlər. Və özlərinin də yasaları çox qanunmənd idi. Yəni çox çətin idi, gahən də hətta yuxarı məsələn baxışla baxırdılar. Birdən görürsüz ki, bu Qiyasəddin Gil məsələn at aparmışdılar.
Özü də Qərə Yusufun məsələn atları indi hamil idi, yəni vermişlər ora. Bu atdan imperator sabahsı getmişdi ovçuluğa, şikara, yıxılmışdı. Qol incimişdi bizləri, heç də olmamışdı ha. Demişdi bütün bu elçilər ki, bu atı gətirmişlər, gərək edam eləyəsiz, öldürəsiz. Ki burada bunlar biləxərə təcrübəli idilər, asəqqəl idilər, keçmiş demişdi ki, bizi tikə eləyin, siz bizim sahibimizsiz, Allahımızsız, böyüyümüzsüz. Amma deyərlər ki, filan məsələn şah burada elçilərin o məsuliyyəti qəzaya deyirik da, yəni bunların canlarını qorumadır və ona görə də bura ticarət gəlməz, ha bu müşkillər olarlar. Və onun ağlına batmışdı, demişdi ki, olsun, indi mən sizi bağışladım, gedin yemək versinlər, cinə biləcəm. Bu cür yəni səxkir idi. Onları da öldürmək lazımdır. Çox fəci idi, yəni qahəm bunları tövsif edirlər kitablarda, adam vəhşət edir ki, başlarına ahər tökürdülər, dərisini qopardırdılar, nə edirdilər. Əza-cəzanla da, yəni bunları bir cür sünəllə edam edirdilər, onları ki, məxsusən xəyanət, məxsusən rüşvəxorluq edirdilər dövlətdə. Məxsusən işə bir vaxt yetişibdi. Yəni o qədər bir nəzm-i nizami var idi bu Çindəki və hətta bu Qiyasəddin ya Xətai də oxurdum. Bunların hansısı bir yoldaşlarının biri, bir nəfər orada Moğolların birini öldürmüşdü. Bunları da tutmuşlar, ondan bahəm aparmışlar, zindana salmışdılar. Hələ ehtiram eləmişdilər ki, zəncir vurmamışlar əl-ayaqlarına. Amma o zindanın içərisi bir şəhər kimi idi, bağ-bağ rədd olurdular və orada görürdülər ki, insanları nə cür cəbələrdə saxlayırlar, nə cür. Gərək gündə məsələn bu teydatdan çox adam ölməyə orada. Əlbəttə gündə nə qədər adam da gərək öləydilər ha orada. Ki bu şəkildə çox adam ki gedərdi o dostaqlara, zindanlara da gün işığı görməzdi, çıxmazdı eşiyə ki. Hala bunları bağışlamışlar, çıxmışdılar. Bəs bir sistem idi bu yol, bu caddə bir sistem idi ki, Kərvansaralar vadi özünün, ki, indi Azərbaycanın yerində qalır. Çoxunu düzdür dağıdıblar. Çoxu düzdür aradan gedir. Mən o son zamanlarda getmişdim Dəvəçi bazarçasına bir Kərvansara idi. Əvəzin ki oranı turisti bir yer eləyəydilər. Ağaclar çürümüş, tökülür, az qalır yəni uçurdu. Oranı ambar eləmişdilər. Və yam var idi. Yam ki bizim də burada gətirdilər, pəyam eləsinlər. Xoşbəxtانه getdilər, o qərələdilər, cavanlarımız yam elədilər. Yam bir türkü kəlmədir. Yəni atların yamı var idi, qulların yamı var idi. Qullar məsələn o yamda, yəni o yeriki saxlardılar arabaları, araba daşıyardı. Araba da bir türkü kəlmədir. Hətta bu kəlmələrdə yetişəndə çox gülməlidir ki, bunların hamısını da baxanda çapardan, yamdan, bilmirəm, yasadan, hamısına da baxanda türküdür. Bunu şoxluq üçün deyirəm, amma birinin qəlbinə gəlməsin. Biz baxanda görürük ki, indi qaşıq da türkü oldu, otaq da türkü oldu, bilmirəm, yam da türkü oldu. Bunlar əslən aşpəzxana da türkü oldu. Çünki aş özü bir kəlmə idi ki, o zaman ki bu Çin tərəfindən bu spageti ya makaroni məsələn bu xəmir halətində ki salırdılar suya və onu gərək qaşıqla içəydin də, yəni sulu bir zad olardı. Sonra gəldi yetişdi bu məsirlə yetişdi Venizə, İtaliya və spageti orada oranın məhv qəzası oldu. Əslində bu Çindən gəlmişdi. Rişti Xətai, bilirsiniz rişti. Hətta indi Xətai şirinlərə baxanda onlar riştədən olur. Əmələ gəlirdilər və təhiyyəsi var idi ki, nəcürsün olsun. Sözüm budur ki, bu aş kəlməsinin ki, indi farslar məsələn deyirlər aşpəzxune, aş ki, həmin sulu içməkdir. Kaşğəridə də siz baxsaz görərsiniz ki, bir məni bu iş məsələn düylü, sulu bir zad olsun yesinlər. Yəni qəziyə deyirdilər bunu, yeməğa deyirdilər aşı. Və aşpəz ya aşpəzxane ya aşçı ki, türkdə aşçı olur. Əslində biz bunu əlindən alaq bunların. Otağı əlindən alaq. Qablamanı deyək türküdə bunun içərisinə bir zad qablardılar. Boşqab əllərini Allah deyək, bu boş qabdır, türküdür. Qaşıq əllərini Allah deyək, bu qaşıqdır. Qazan əllərini Allah. Yəni hər zadı bunlar mən bilmirəm, əlləri ilə yapraq üstündə yeyirdilər nəcürsinə. Ki bu İpək yoluna yetişəndə biz görürük ki, dastan daha məsələn maraqlı olur. Qoyun elə bu tənəvvü üçün bunu da deyim də. Bizim bu xəyyatlarımız da eşitsələr, mən bəzi dostlarımız gələrlər yazarlar, vakunişlərin yazarlar. Biri də var dostlarımızın ki, bu da deyər mən xəyyatam və daimən bu sizin bu Clubhouse-lara neçə dəfə işləyə qulaq asarım. Bunu da elə onlara niskin eləyim deyim. Gəlin 13-dən qabaq
biz görürük ki, İslam dünyasında, hətta Batı dünyasında qeyti adında bir zət əslən tanımırdılar. Nəinki bir zət yox idi, kəssinətmən bir vəsilə, amma qeyti yoxlar idi. Bu iki dərzi, yəni o iki tikir də türkü bir kəlmədir və əl-xəyyat da bu ərəbi bir kəlmədir. Burada biz farsıda da bir kəlmə buna mən bir ibarəti, lüğəti, vacəyi tapa bilmədim. Yəni mənzur budur ki, qeyçiçi deyirlər də buna, qeyçiçi ya qınsı deyirdilər hətta buna. Bu modla işlərdi. Bunun ülgüsü olardı. Bu kəsərdi, boyun məsələn birinin tutardı. Bu cür deyədilər bir dənə torbanın başını kəssinlər, adamın kəlləsi, iki daha da dəlsinlər, bəli də qolları çıxsın. Biz Mərakeşdən tutun ərəb dünyasından, fars dünyasında elə paltarlar təqribən belə bir şeydilər də. Nəm ütüsü olsun, aharı olsun, nəm bit vurmasın, rəh tutsun, bilmirəm, qalib olsun. Belə bir şeylər, bir xəyyatçılığı irtibatı vardı ki, biz dedim kəlməyə işarə edirəm, qeyçiçi ya qınsı da hətta deyirdilər. Hətta bizim buxçaçımız da var idi. Ki, farslar boğça deyirlər, bükmaqdan gəlir də, bükmaq da ya boğça da ki deyirlər, o da elə türkü kəlmədir. Və bu boreşi və bu kəsmağı, bu iki gəlirdilər, kəsirdilər. Biz görürük ki, səbk də var idi. Məsələn, Nansung səbki, indi fərz edin deyirik Pierre Gardien-dir məsələn. Xoşluğa gəlir ki, bu filan məsələn marka libasdır, paltardır. Mən çox markalara xanımım kimi fikir vermərəm. O mənim paltarlarımın markasına fikir verir. Bəli, o zaman birdən deyirdilər bu Nansung'dur. Misal deyirəm. Və cavanlar hətta gedirdilər bunu köhnəsini alsınlar. Amma o birisi paltarlardan giyməsinə. Biz bunu miniatürlarımızda biz görürük. Ülgü bir Moğolu bir kəlmədir. Ülgü çıxardırdılar. Ütü, bu da Çini bir kəlmədir. Biz görürük ki, Rusiyada gedibdi, ütük olubdu. Ya cib, türküdür, Uyğur türküsüdür. Cib yoxlar idi bəs bunların. Yağa, yağa deyirdilər buna. Bu da türkü bir kəlmədir. 20 sant olurdu. Qabağın bilmirəm burnuzu olurdu. Şaxta dərvağı. Ki bunu soyuqda qətdirdilər bu 20 sant. Qulaqlarınızdan üstə gəlirdi. Əl-Qunu 1243-də məsələn deyir ki, düymə ya dəgmə türkü bir kəlmədir. O da dəgmədən gəlib ki, bu pulları, sikkələri təqəllüb olanda, yəni cəl eləyəndə ki, xanımların çoxtər böyüklərinə tikərdilər türk dünyasında, türkəmənlərdə, bilmirəm, qırğızlarda, bunlarda da vardı. İndi biz görürük ki, hətta Anadoluda da vardı və buna əzzər deyirdilər ərəbidə. Bəs düymə də dərvağı türküdür. Qeyti də Uyğurudur. Və indi mən bunu soruşuram. Bu farsının bənəmənəsi var idi. Farslar deyirlər bizim dokardımız var idi. Ax dokard ayrı bir zatdır. İki dənə bıçağa deyirdilər. Bu əslən o məni ki var idi. Ərəbidə məsələn əl-məqəs deyirik ki, türklərdə makaz deyirlər də, məqqəsdən gəlir. Bunun Müqəddəmətul Ərəbi Zəməxşəridən çıxartmışam 1245-də. Və bunların əsən hamısının tarixi vardı. Türk, Oğuz türkü buna məsələn deyirdi ki, piçqaç, yəni bıçaq yox, piçqaç deyirdi buna və qınsı deyirdi buna. Dərvağı bizim bu kəlmələrimiz vardı. Hətta sendo da türkmənlər buna sendo da deyirlər. Və gəlir ta Molla Nəzər Qaşqəriyə qarni 12-də ki, deyir burada nahiyə Şənköyşən vardı. Yəni bu Xatay tərəfində ki, burada yaxçı gənclər vardı, yaxçı çaxmaqlar vardılar. Biz görürük 1777 miladiyəcən Çindən gəlirdi. Mən bunların çoxunu ki dedim, hala onlar ki mənbə həmişə söyərlər. Divan-ül Əlbəsə Mirzə Həbib İsfahani ki, İstanbulda bu çap olubdu. Eləyə bilərlər bu kitaba müraciə eləsinlər. Pəs biz Hövzə-i Təməddünüdən söhbət edirik ki, orada xəyyatısında bir-birinə təsir qoyurdu. Moğol, türkə, türk, çinə bunlar təsir qoyurdular. Rus sonra təsir aldı və farslar və ərəblər də ki, lap sonra əlbəttə ərəblərin özlərinin böyük bir Hövzə-i Təməddünləri vardı. Yəni böyük ədəbiyyatları vardı, dini baxışları, görüşləri vardılar ki, mən həmişə onları da xüsusən Misirdə olan təməddünlərə onlara çox-çox sayğım vardı və ehtiram qailəm bu ərəblərin təməddününə. Amma bu iki əl ataq deyək, sənin yox idi, mənim idi. O özünün nə mənə hər nə mənə darayım, varlığım var, hətta əqəl ona sahibdir. Və Allah hər kəsi ki, bu coğrafiyada dünyanın hər nöqtəsində, fars ola, kürd ola,
Moğol ola, hər kəs ola mənə qabil ehtiramdır, onun da özünün payı var, səhmi vardı və biz bəzi təməddünləri də alqışlamalıyıq. Az cümlədən necə ki, bu günlərimə biz Çinin fərhəngin bu pəh yolunda alqışlayırıq. Nə mənələr gedərdi, nə mənələr gələrdi burada. Dedik, Çinlilərin bir zada ehtiyacları yox idi. Ona görə çox söydükləri bir zad idi ki, çox-çox söyərdilər. İlk at idi. At, bir dənə əcib bir zad. Mənim bir kitabım vardı. Əsblər Azərbaycanı Bastan. Hələ o zaman ki çırıxmışdılar, mənim kitablarıma mücəviz verirdilər. Əvvəldə buna mücəviz veriblər və çap da olubdu. Şayət yoldaşları şimdi eşidirlər. Bu kitab da onların mən millətdən qabağın tarixçəsinə Azərbaycanda ata baxmışam. Yəni daşların üstündə, bilmirəm, lövhəların üstündə, camların üstündən və tarixləri ki, Yunanda yazılar, Çində yazılar, Əkiddə yazılar, Aşurda yazılar, hamısına mən müraciə eləmişəm. Bütün qaynaqlardan yığmışam, göstərmişəm ki, at Azərbaycanın ümumi bir məhsul idi. Yəni burada Behdərin əslən atların nijadı da burada vücuda gəlib. Qafqaz və Azərbaycanda vücuda gəlib. Hətta indi Seyyid İzzətullah bir yaddaşları vardı Türkistana Səfər adında. Bu Kitabxane Milli Parisdədir. Şumarəsi 1812-13-də yazılıbdır. 4 dənə ilxı var İranda. İlxı yəni at saxlamaq, atın sürüsü. 4 dənə ilxı var. Hələ də İranda bu 4 dənə ilxıdan sonra ayrı bizim ilxımız yoxdur. Biri Qurqanda, Qurq, ya həman Türkəmənlərin yurdunda bizim türklərin ki, orada bizim soydaşlarımızdılar. Burada da parantez açım, Mazəndəranın olaylarına işarə edeyim ki, Mazəndəran bizim yurdumuzdur, Türkəmənlərin yurdudur. Düzdür, ondan sonra Mazənlilər hər kəs gəlib, hər kəs gedibdir. Amma zamanı da yetişəndə ki, onda desələr ki, bəli, Azərbaycanın istəsələr ki, desinlər, bəli, haralar bizim torpaqlarımızdır, biz oralar bizim torpaqlarımızdır. Hətta bu ünvanı qəramət bir ki, 100 ildir oradan çıxan bu Rza Xan Səvatquhi belə bizlərə zülm eləyibdir. Soyqırım eləyiblər, bizim insani haqlarımızı, iqtisadi haqlarımızı aradan apablar. Ora biz qəramət ünvanında lazımımızdır. Kulli Xəzərin o güneyi ki biz eləyə bilək Türk dünyası ilə, Türkəmən qardaşlarımızla irtibatımız olsun. Bunu parantezli istədim deyəm. Pəs bir o idi. 2000-ci Arazın güney tərəfində Şahsəvənlər. Bunların ilxıları var. 3 Kirmanşah tərəfi, yəni bu cür deyim, Urmiya gölünün güney tərəfində ilxılarımız vardı. Və 4-cü Qaşqayların ki, Məməsiniyə Fars tərəfində. Orada Qaşqaylar, əslən Qaşqay kəlməsindəki mənim bir postum olmuşdu. Bu at nijadıdır. Alnında bir ağ xal olur ya atın alnına qaşqa bağlırlar da. Bu neçə mənada gəlib? Biri də orada gəlibdi ki, Behdərin atlar da bunlarınki idi. Və bu Qaşqaylar qəşəng bilirlər. Çünki həmlər çoxları indi də az saxlaya bilirlər. Bu atı bu cür yollamazdılar. Bunları əxd elərdilər ki, eləyə bilməsinlər bunların nijadı çıxsınlar. Və bilirsiniz nə qədər müraqibətlər lazım idi. Neçə min ildə ki, bunları saxlaya bilsinlər. Çinlilər bu atları söyürdülər. Çox söyürdülər. Çünki Çinlilərin atları nəhayət qılmaq deyəndə bu rus dili ilə deyirəm, gərək qalpaq deyək də, həmin Moğolların. Onlarınki o puni atlar, o balaca qıssa atları olur. Dəvağı qatırla məsələn atın arasında bir zətlər olurlar ki, oranın soyuq havasına, dağlıq havasına və quru havasına bunlar saxlamaq olurdu bunları. Amma buradan nə mənə at gedərdi? Orada yəni onların elə bir yazıqların cəhənnəmləri idi. Azərbaycan bunların behiştləri idi. O Qaşqay tərəfində olan yurdlar içi vardı. Bütün Əknəcaqdır, bütün çəmənlərdilər ki, orada ittifaqən onları saxlamağa gözəl yerdir. Ya bu Qarabağ atları. Biz görürük ki, ora duzəxdir. Ya Hindistana ki, məsələn, bətər söyərdilər, Hindistana gedərdi, o isti ab-havada, mərtub, şərc ab-havada yazıqların elə bir ərəfələri, orada elə bir ölürdülər də, aradan gedirdi. Həm bunların yemaqları üçün fərqli olurdu. Qarabağ atı, bilmirəm, Türkəmən atı ki, Yəmud deyirdilər, Alaxal deyirdilər, Axal deyirdilər, ya Çinaran deyirdilər. Bunları biz görürük ki, qədim zamanlar bu sakalar ya iç Oğuzların qəbillərinin üstündə nəqşləri vardı.
mücəssəmələr var. Bakıda məsələn mücəssəməsi vardı qəbrin üstündə qədimi zamanlarda. Ya bu Həsənluda siz gedin görün nə qədər ata görə mən bu kitabımda gətirmişəm də sinəsinin plakından tutun mənqulələri ki var idilər, ləqami ki var idi bunun azin, yəhəri, rikabı bunların hamısı vardılar. Türkmənlərdə də bu var. Əslən türkmənlər atı çox söyərlər, ata ad qoyarlar, at öz xanivadələri, əzizləri bilərlər. O qədər bunlarla atifi rabitələri var və söyərlər və atla insanlar şəkil tapardılar. İndi fərz eləyin ki, gözəl maşınlar çıxıblar, xarici müxtəlif adlar, bu Lamborghini'dir, nə mənədir. O zamanda at idi ki, bu ot rəngində olan atlar, çünki nələr deyərdilər ki, sizin, yəni türklərin atlarının tərləri otdur, qandır. Yəni bu rəngləri də çox söyərdilər. Amma bunlar ki gedərdilər, bunları hardan deyirəm çoxtər? Təziyyətül Əmsar, Təziyyətül Əsar. Bu kitabdan ki Şərəfüddin Əbdullah ibn Fəzl Şirazi yazıbdı. Mən Olcay Tuxan məsələn zamanin işarələdi ki, oradan bunları mən çoxunu işarə edirəm, deyirəm, mənbə istəsəz. Qərn 14-də 20.000 dana at məsələn Hindistana biz göndərirdik 14-cü qarni miladıda. Amma orada nə mənə verirdilər? Orada düyü verirdilər. Pişmiş noxudu ki, bilmirəm şirədə, şəkərdə qatmışdılar, onu verirdilər. Çəri ilə də qatardılar, onu verərdilər ata məsələn. O edam edirdilər də, elə atların hamısını aradan apardılar. Ona görə atlar az müddətdən sonra ki, xoşlara gəlirdi, işlərdə görürdülər ki, orada qalmır. Oranın ab-havasına keçinə bilmir. Ya bunlara nə mənə verirdilər bu Çində? Burada məsələn Azərbaycanda arpa yeyən, yonca yeyən məsələn at ki, üçün arpa 4 həftədə əmələ gələr. Qədim kumaş sürürdülər. Kətlərin də sənin ruzuları bu idi də. Həm baharda, həm payızda bunun yeşil olar bunun şeyləri, otu. Onda da ulufun vanında istifadə olunardı. Bu gözəllik də burada ab-havada və yeməkdə ki, buna sazgar idi. Yəni quvarış at ki, düzdür soyuqluğu vardı bunun, bu arpanın, amma kaloriden də düzdür aşağıda, amma müləyyəndir. Yəni atın quvarışı ilə yeyirdi. Bunu bir dənə aparırdılar Çində, darı deyirik də, ərzən. Ərzənin məsələn samanı ilə becərdirdilər. Oranın özündə bir giyahları var idilər, göyərəntiləri var idilər ki, bu atların hamısının qatili idi, aradan aparırdı. Ona görə Azərbaycan və İranın ki, türklərin yurdu idi, bunların behişti idi, amma Çin ya Hində gedəndə bunlar heç olurdular. Mənə çox cəlib gələn bu idi ki, Yunglu adında bir şah, Yunglu adında 1403-1425-də hökumət eləyib Çində. Hududu məsələn fərz eləyin 600 il bundan qabaq hökumət eləyibdi. İndi buradan elçilər gediblər ora, onlar da bilirsiniz imperatoru görmək bu cür rahat deyildi. Səhər bunları saat məsələn 2-dən oyaldardılar, atlara minərdilər, hərəkət edərdə gedərdilər saraya tərəf. Saray böyük bir yer idi ki, yeri çox saf mərmər idi. 200.000 nəfər insan gələrdilər ki, imperatoru görsünlər. Gün vuranda bu çıxardardılar, imperator görürsənsin. Hala elçilər ki, məsələn fərz edin ki, İrandan getmirdilər ki, Əfqanistan, İstanbuldan, Misirdən, Hindistandan, Batıdan, bilmirəm, İngilistandan, hər yerdən də bunlar yığışırdılar, gedirdilər və bu elçilər də bunun sarayında, bunun sol tərəf üçün solu çox bunlar əhəmiyyətli bilərdilər, deyərdilər, könül ya qəlb ki, soldadır, orada saxlardılar. Bunları öz tərəfində saxlayıb bir belə elçi. Mənə bu xoş gəldi ki, Yunglu çönür, soruşur ki, bu Qara Yusufdan nə xəbər? Yəni Qara Yusuf tanır və ondan xəbər soruşur ki, onun dilmancı var, 4 dil bilir və türkdür və o bunu dilmanclıq edir. Qərar idi mənə at göndərsin və bu da deyir ki, buyurmayıblar mən sizə, biz at gətirmişik sizə, çox gözəl atlar gətirmişik və bu deyir nə xəbər? Orada yollar yaxşıdılar, yollar da o da deyir bəli Şahrux xan, Şahrux da Həratın, yəni Teymurun nəvələrindən idi də, der vaxtı oğlu idi. Bu bəli oranın ta onun iradəsi vardı. Ora əmni qalacaq, o yol əmni qalacaqdı. Yəni bu şəkildə hətta əhəmiyyəti var idi. Yunglu bir dənə böyük imperatora ki, əslən bu çox az danışardı, 2-3 kəlmə danışardı, zəngi vurardılar, nə cür adab-ı rüsumi var.
oxsaz həm ləzzət bəxş idi, həm bohdavardı, inanılmaz. İndi bəzi filmlərə mən baxıram, məsələn, Çin divarını eləyə bilərsiniz, vurasınız, baxasınız, çox gözəl filmlərin biridir ki, در واقع fantezi bir filmdir ha, amma oranın o kültürün, giyim şıxların, adabından bir zətləri siz görə bilərsiniz. Pəs at idi ki, gedirdi, ərzi çox yuxarı idi. Sizə bunun ərzişini fəqət sizə deyəm ki, siz burada görürsünüz ki, bir aslan ki aparırdılar. Aslan çox-çox ərzişli bir heyvan idi Çinlilərə və bunları o sarayların bəzi yerləri vardı, saxlayırdılar, bunlara ət verirdilər və hər məsələn xaqan ya imperatoru Çin fəxr elərdi ki, mənim məsələn 30 dənə aslanım vardı. 30 sandıq ərzişində idi. Yəni 30 sandıq verərdilər buna. Hər sandıqda 1000 kala vardı. 1000 cürə burada cins vardı. İpəkdən tutdu, əbrişəm parçalarından, at rikabından tutdu, covşəni ki giyərdilər, ondan qeyçidən, bıçaqdan ta iynəyəcən. Bunlar olardılar. 30 sandığın müqabilində bəs bir şeirdir. Amma bu məsələn gərək qulaq olanda ki, bir cür heyvandır da, siyah quş, ya məsələn bars olanda, bunların 15 sandıq ərzişi var idi. Ataya düşəndə 3 sandıq. At ki bəs burada bir belə ərzişli idi. در واقع elə bir 10 dənə bundan aparasaydın, elə bir dənə aslan tutmusan, böyük bir şer tutmusan, aparmısan. Bu belə əhəmiyyəti var idi. Çünki o Qaraqalpaq ya Moğolların nə mənələr var idi? Bir balaca atları var idi, bir həmin şora ki dedik var idi. Bu zərgərçilikdə barıt dişlənərdi və 2 dənə də şəhərləri vardı da, Qaraqurum idi və qonaq evi idi. Qonaq ya həmin nə mənə deyirlər bizim türküdə çardaq deyərlər buna, yəni tez qurarlar çardaq o. Və bir də ki o samur, yəni sousarın paltarı ya dərisindən paltar ki düzəldərdilər, bu idi. Pəs bizim at bundan stratejik bizim kale idi o zaman və bu alış-veriş olurdu və gedirdi. Bərəksi bu ki bizdə fikir orada çəmənzar yox idi, var idi. Hatta Çinəcan yəni hər yer çəmənzar idilər. Ceyhunun o birisi tərəfi ki biz səfərnamə Xotayda görürük deyir ki, ağa hər yer bağdır, çəməndir. Bərxilafı Xurasan, Əraq, Əcəm ki bu tərəflər İranın əşarı tərəflərini deyir. Biz görürük ki, o tərəflər daha abad idilər o zamanlar və bizə elə bir cür deyiblər ki, oralar elə bir qurulubdular, qeydəcək. Özdən məni gündə 4 dəfə yollarlar kommentlərdə ya nəzərlərdə, xüsusən bu şəbəkə X-də ki, bizim Azərbaycanlılar bizlərə ehmal edirlər bu Clubhouse-da ya bu X-də gündə 4 dəfə, 5 dəfə məni göndərərlər orada Moğolistana sənə təbid eləyəcək, göndərəcək ora. Cəlib də budur ki, İranviçi axtaranda həmişə də gedirlər özləri yetişirlər orada Moğolistana yetişirlər. Yəni Quceratdan, Təbbətdən onların ayinləri, yəni ölünü bilmirəm Laşxor yesin, Humayi Səadət, ölünü yandırsın, bunlar təbbət adablarıdır da, bilmirəm, kəmərbətləri belə olsun, bu ipəkdən olsun, o da təbbətinkidir. Yetişirlər elə həman Moğolistan tərəflərinə, amma mən ki burada tamamən sənədlər göstərir ki, mən neçə min il xidmətim var, məni hələ göndərirlər öz İranviçlərinə. Mən burada fikrim gərək ara verəm, əgər bir söhbəti vardı, eşidim və axır bəxşə varid olaq. Çox təşəkkür edirəm gözəl söhbətləriniz üçün, Doktor Əmrəl Bayraq. Ay Taban, bir ləhzə buyursaz təşkil edəcəz. İnşallah ki, sizin internet müşkülünüzdə olmaya, dostlar da eşidək və sizə işləyəcək. Ay Doktor, cəsarət olmasın. Bir iddiada da biz bu mənzərdən baxaq. Bu bir sual kimin olsun, bəlkə dostlara eşidəndən sonra yenə sizə eşidək. Bildiyimiz kimi bugün dünyada və biz bilirik ki, həm də UNESCO-da da səbt olub, təyid olub ki, kitablarda da yazılır, mənabələrdə də Təbriz bazarı məntəqədə, bölgədə təkcə yox, bəlkə dünyanın ən böyük bazarıdır, ticari bazarxanə elam olubdur. Və gözümüzün qabağında olan asarı məlmus maddisi, bütün iqamətgah, istirahətgah, məscid, əqlam və əznasi ki o zaman yazılıbdır, karvansaralar, bu mərkəzi ticari və bazarda görürük.
Bu sualım olacaqdı bəlkə dostlar işləndən sonra Cənab Aydosov Bayram. Bu əsəri maddi və mənəvi və mimari ki göz qabağımızdadır indi Təbrizdə və bu əzəmətdə ki biz görürük. Aya məntəqə və o məsirdə olan Çindən ta Türkistan məsirindən ta Avropaya qədər Buxarada, Səmərqəndidə, Xotəndə, İstanbulda görə bilirik belə bir şey. Əgər görə bilmirik, bu məsir Cad Əbrişəm və ya Cad İpək yolu bütün tavsifat yazılar ki, Çinlilər mənbələri vardı, hala İran şəhərlər özləri bir şeylə. Bunu bir dənə faktor tutmaq olar ki, Təbriz mərkəzi bu məsələ idi. Məmnunam bunu dostlarımızı eşidək. Bu da mənim zehnimdə Bunu var. buyurun cevap verin. Buyurun. Buralar İstəsiz buyurun, bəli, xahiş edirəm. Buyurun. Unuturam. Bir kitap vardır Rah Əbrişəm, Ay Əli Məzahiri. Bunu fikirəm Parisdə yazıbdı. Səhifə 390-da. Deyir ki, Təbriz çox mühüm bir şəhər idi. Be xatir bu ki, İtaliyadan ya həman Venice ki deyirik, oradan nə mənə Batı dünyasından ki ora gedirdi və gəlirdi və Çindən nə mənə gəlirdi. Yəni biri şərqdən, biri qərbdən və nə mənə güneydən gəlirdi Çindən və üstdən Rusdan, bunların hamısı Təbrizdən mübadilə olurdu. Təbrizdə bunların üstündə bir seri işlər də görürdülər. Məsələn, basma var idi da, ətləs parçaların üstünə bir nəqşləri, niqarları salırdılar, üstlərində işləyirdilər, qızılların üstündə işləyirdilər. Aşağıda biz görürük ki, ətləs üçün məsələn Yazdıda, Kaşanda toxunur, əmələ gəlir, o da gəlir Təbrizə. Xətayı ki, söhbət keçdi burada, onun böyük bir səfərnaməsi vardı, bu yolları aydınladıb və deyibdi. O Təbrizə Səvad-ı-Əzəm, indi istəsəm bu məna eləyəm, Səvad-ı-Əzəmi kapital olur, o cür ki mən araşdırmışam. Bu Səvad-ı-Əzəm İran tənha şəhridir ki, Çin ilə qabil müqayisə, Pekin ilə qabil müqayisədir, yəni xambalığıyla. Və Darülmülk Qazanxan ki bunu Venizlilər də baxın birdən məsələn görürük İbn Bətutə ki bu böyük səyyah bu gəlir və Təbrizin bazarını tavsif edir. Özü də bu İbn Bətutə də çox mühüm bir nöqtələrin biridir ki, həmişə üstündən tez rədd olurlar bu faslar. Bu xatir bu ki deyir ki mən Təbriz bazarında türk qızlarını, arvadlarını gördüm ki, qızıl alırdılar. Kəmərlərin əllərinə vurmuşlar, kəmərlərinə bilmirəm bu cür bir pul xacələr durmuşlar kənarlarında və xidmətlərində idi onların və mən pənah aparıram bunların gözəlliklərindən Allaha. Təbrizin bazarında Rus xanımı nə geyirir? Təbrizin bazarında Afrikalı xanım nə geyirir? Fas xanımı, Erməni xanım. Təbriz bazarında türk xanım olar da. Çünki qədim türklər xanımlar bu cür deyədilər ki, indi kimin hava peymiyə minsinlər, turla getsin əlbələ. Elə hər şəhrin xanımları o şəhərdə qalardılar. Səyyahlar, müsafirət eləyənlər, həmlə eləyənlər, bunlar həmişə kişilər, erkəklər olardılar. Pəs o zaman biz görürük buranın əhalisi türklər. Bu çox mühüm bir sənəddən biridir. Bəli, orada məsələn biz görürük ki, bu Qazanxan zamanı xüsusən o zaman Təbrizi böyük bir şəhər tanıtdırıblar. Amma nə yazıq ki, Şah İsmayıl zamanından ailə iş çöndü. Bu məxsusən Sultan Yavuz ki, bu Yavuz yəni kəsicidir, Sultan Yavuz kəsici. Əlbəttə buna Dərrəndə deyirlər şeylər, Batılılar. Biz Qəhqəriyə getdik. Siz baxın Təbrizin məsələn neçə seri ki, bu Osmanlılar gəldilər. Buranın çinikarların, bilim adamları, sənət adamları, çodən tökənlərin, məfrəqə tökənlərin, dəmirçilərin, nəqqaşların, həkimlərin, dava düzəldənlərin hamısının ailələri ilə apardı. Yəni bir şəhrin elə bir ruhu bunun bu sütun fəqəratdan, bu ürəkdən elə bir çıxdı getdi o zamandan və Azərbaycanın süqutu da o zamanki qəhqərayı deyək, əşayində o zamandan başladı. Bəli, Təbrizin bazarı Marko Polo da fikirəm tanısınız da, Qublay xan zamanı dastanı ki gəlir Təbrizdə və bu şahı ki xanımısı ölübdü, gərək bu gedə bir dənə bir ayrı xanım gətirə oradakı o ailədən ola və qeydəndə bu Qazanxan şah olubdu. Hər halda Marko Polo da özü də tərifləyəndə deyir ki, Uzuntərin bazar və
bütün şəhərləri ki, siz buyurdunuz Buxaradan, Səmərqənddən, Həratdan, bunların hamısından mən abadtər gördüm bu Təbrizi. Və ayrı bir tövsifləri də vardı ki, mən əsl getdim o ingilis kitabından, yəni nüsxəyi ki, bunların heç birinə üçün etimadım yoxdur Farsıya çevirənlərin hamısı. Öz söydükləri kimi bu farslar çevirirlər. Ona görə özüm də oradan bunu oxudum. Siz buyuran düzdür, bəli. Çox təşəkkür edirəm cənab doktor Rəhim bəy. Hardan hara gəldik? Cənab Aytaban, sizi də eşidək. Çox xoş gəlmisiniz. Qısa sizləri də eşidəcək. Zamanımız, otağımız bildiyiniz kimi zamanında bağlanacaqdır. Buyurun cənab Aytaban, əgər maykınızı açsaz, sizi də eşidək. Buyurun. Dostlarımıza ve tamam dostlarımıza ki huzurları vardı. Təbriz deyəndə bu cür deyim ki, indiki Furudqah ki vardı, Adı çayın körpüsünü geçəndən sonra kervansaralar başlayırdı, ta gəlirdi Beyislah Dəvəçiyəcən. O iki Beyislah Araz qırağından və Ustabul dərvazasından gəlirdi. O iki Beyislah Qəradağdan gəlirdi. İndiki Beyislah bu cür deyim Gədik vardı. O Gədikdən aşır Təbrizə oradan gəlirdi və bunun kervansaraları gəlirdi. Təqribən Qullənin ətrafında bir seri kervansaralar var ki, orada oturaq eləyirdilər. Və nisbət bir kalalar içi gətirmişdilər. Ve xatır bu iki müxtəlif kalaları, müxtəlif kervansaraları var idi. Nəinki hər tacir bir islah eləyə bilə, hər kervansarada oturaq. Hər kalanın nisbət özünə görə kervansarası var idi. O mərğubiyyət və növ kala. Amma bağışlayasınız, o İran'da 4 tane məntəqə ki vardı. Bu 4 tane məntəqənin əgər o müstənədata gedək yetişək, hardakı oranın adı Nəsadır. Məsələn, bu cür deyim, Şimal Xorasanda Nəsadır, Şirvanşahın yaxınlığında Nəsadır, Qarabağda bir Nəsa var idi, indi yoxdur. Təqribən 4 dənə Nəsa şəhəri vardı ki, bunlar mərkəzi pərvərişi at idilər. Və bu atlar موقعی ki, به خاطر اینکه düşmən bunlardan istifadə eləməsin, bunları cavanlıqda əxdə eləyirdilər ki, bunlardan eləyə bilməsinlər, toxum tutsunlar. Ki, hətta o qərbəlilər deyirlər ki, Türkün iki şeyi var. Biri atıdır ki, qanatıdır, biri şəmşiridir. Çünki Türkün şəmşiri də mütəfavit az o biri şəmşirlərdir. Əgər Hindistanın şəmşirlərinə və qərbidə düzələn şəmşirlərə baxsaz, onlar düzdülər. Amma şəmşir təqribən onun niməyə, o üzünə tərəf niməsi hilal şəklindədir. Və o rəndəki ki bir şəmşirdə vardı, onu artırır və əlavə bər bu, o fular ki biz şəmşirlərimizdə işlədirik, alitərin fulatdan bir təşkil tabı. Az cümlə Fuladı Yəməndir, Fuladı Xorasandır, müxtəlif yerlərdəki fuladımız vardı. Bu fuladı əmələ gətirmək və əsləhə düzəltməkdə ustadıq. Amma yollara razı. Moğəyi ki, hər karvan ki düşür yola, siz fikr eləyin İngilisdən. Bu bir dənə hezarpa kimi, bunun bir sütun-i fəqəratı vardır ki, o əsli yolu təşkil verir və o ayaqlar ki, hezarpa deyirik, müxtəlif şəhərlərdən tacirlər yığışır, o ayaqların vasitəsi ilə vəsl olurlar o sütun-i fəqərata və bu gedir hər yerdə. Amma موقعی ki yetişir Türkistana, tənha yeri ki vardı, eləyə bilə bir islah girə
Çinin içinə Dərrəyi Furğanədir. Furğanə məntəqəsidir. Çün Furğanə məntəqəsini keçəndən sonra o məntəqə o Kuhayət Yanşan qabağını alır və Səbil vurdular. Dərrəyi Furğanə bu günlərimə də o əhəmiyyət soğulcu işi ki vardı, hənuz onu hifz edibdi. Yəni əgər hər bir keşvər cənubdan eləyə bilər ki, şimala tərəf hərəkət eləyə, tənha yol ki eləyə bilər Asiyaya, Miyanəyə, Türkistana varid olsun, Dərrəyi Furğanədir. İngilislər və Ruslar o işi ki gördülər, buydu ki, bu yolları kullən əmniyyətin aradan apardılar. Məsələn, Dərrəhay Xeybərdə, Əfqanistanda, tamamı kalahay ki Hindistandan gəlirdi, o yolları əmniyyətin aradan apardılar və o yollarda rahizən vücuda gətirdilər ta inki yol aradan geçsin, əmniyyət aradan geçsin. Çün ticarət vabəstədir əmniyyətə. Ticarət mövqeyi ki, yəni bir şah eləyə bilmədi yolları və o tacirləri ki, onlarla dadı sitət edir və ünvanı nümayəndə müxtəlif keşvərlərə yollayır, az cümlə Çinə yollayır, eləyə bilmədi onun əmniyyətin saxlasın, o tacir daha bir də o yoldan getməz. Çün niyə? O yolda onun o kalaha için. Cənab Taban, son 30 saniyə bizim vaxtımız azdır. Qurban sizə. Sizdə qətlədəsi olur. Buyurun. 30 saniyə seçdik. Buyurun. O yolların beslah əmniyyəti olmayanda daha beslah o rəbtamət aradan gedir. Və bir də o xalayı ki, qərbidən şərqə gedirdi, biri də Duzuydu. Çox məmnun, yorulmayasınız. Çox təşəkkür edirəm. O deyirlər çəkimi tam bir bəla faslar deyər. Sağ olun. Məni həmişə kimin səsiz kəsilirdi və qoşulurdu. Bizə son 20 dəqiqəni Cənab Doktor Rəhman Bayraq buyurun. Sizi bir daha da əgər qalıb bir söhbətləri varsa, onları da sizdən eşidik. Buyurun. Bəli, Ay Tabandan da təşəkkür edirəm. Əlbəttə, tənz üçün də bunu deyim ki, o hezarpiyə biz vaqiə adını deyərik. Çünki 1000 dənə ayağı yoxdur. Onun elə 40 dənə ayağı vardı. Biz 40 ayaq deyərik. Və farslar Bollywoodi şəkildə onu diğraq eləyiblər. Hezarpa deyiblər. Yaxşı məlumatlarından təşəkkür edirəm Ay Tabanın və yetişək bu nöqtəyə ki, daha nələr gedirdi bu yolda. Misridən kətan gedirdi, nabat gedirdi. Yəni gələrdi Misridən bunlar gedərdilər. Hindistandan fil gedirdi. İrland tərəfindən, Skotland tərəfindən sufu gedirdi. 2 dənə suf var idi. Bir Qibris sufu idi, bir Beytülmüqəddəs sufu idi ki, buna sufi qudsi deyirdilər. Əslində bu sufu da deyəndə bizim çoxamız olur da. Yəni bir qalim bir demək olar ki, əskərlat deyirdilər buna şeyə, Nəxçıvanda bizlərə yumuşaq olurdu. Amma o ilk Avropada olurdu, bu qalin olurdu və qışda çox dərdə dəyirdi. Necə ki deyir ki, تو صوف و پوستین داری زمستان چه غم داری ز اوریان بلاکش. Yəni bir qumaş idi ki, bu pəşmdən olurdu, iri bir pəşmdən olurdu. Sonra biz görürük ki, Çin tərəfindən də Taraqqadan, indi ki elə axır çərşənbə Taraqqa gəlir, o zamandan da gəlirdi. Yəni onlar atəşbazi, bu otla oynamaq bir Taraqqa və barutda daha çox məharətləri var idi. Qorxanaçı da ki, biz görürük Ankara məsələn Cəngində bu zəfərnamədə səhifə 255-dən bunu deyirəm. Biz görürük ki, qorxanaçını da oradan təsir alıblar, gətiriblər. Və hətta bu fişək kəlməsidir, tüfək kəlməsidir, muşək kəlməsidir. Bunlar hamısı türkü kəlmələrdirlər ki, Moğollar tozih verdim, mişəh deyərdilər. O dəmiri döyəndə ki, bir otlar atılardı o əllərə, mişəh deyərdilər, çünki pişik kimi bunlar qaçırdılar. Və bunlar pişiyə muşəh deyərdilər Türkistan tərəfində. Kaşqəridə də o cürsünə yazıbdı ki, gəlib Farsda bu muşək olubdu. Çünki Farslar da bu Orta Asiyanın Farsları xüsusən 8-ci sədədə pişiyə pişik bəzəmə deyərdilər. Pişiyə
nəf vurardılar. Çox adam deyir o zaman nəf yox idi, nəf var idi. Neçə min ildir nəf vardı. Nəf vurardılar, bunu yəni əndudə elərdilər, üstünə örtərdilər və buna ot vurardılar quyruğuna və qoyardılar qarşısına müsabiqə verərdilər. Bu vəhşiyana bir rəsmləri də bunların var idi bu cəşni sədədə. Və bu o tərəf idi ki, dərmanıdılar. Bunlar gedib gələrdi bu yolda, ədviyəcat gedib gələrdi. Yəşm daşı gedərdi ki, biz buna alqaş ya yaşıl qaş da deyərdik. Həcərül mətr deyirdilər bu mətər, yəni yağış da bu ərəbidə yağış daşı. Biz yədəçi ya sonra bu cədəçi də olubdu, cadu da olubdu hətta farsıda ki, bundan biz istərdik qar yağış yağsın. Kürkü ya süzmə, kürkü paltardır, sürmə ya həmin süzmə məşrubatdır və aşpəzxananın ki, farsısı ingilis dedik yoxdur və ərəbisi mətbəxdir, təbx kəlməsindən gəlir. Onun əsbabalatı da Çindən gələrdi. Hər nə mənə ki, aşpəzxanada işlənirlərdi. Və biz görürük ki, bu hətta ədviyəcat ki, deyirəm gəlirik, Xacə Məhəmməd adında Uzun Həsən zamanında Suçi ilə ki, Çin tərəfində idi, Venizə ədviyəcat aparıb gətirərdi. Yəni həmin sarıkök ki, buna hindi zəfran deyirdilər, heldir, çaydır. Bunlar bunu da Marsini Ətləsindən ki, oradan mənbə ünvanında işarə eləyim deyirəm biləcəm. Ayrı məsələ nə mən edilir? Bir musiqi idi. Bir xanım ilə mən müsahibəsini fikirəm Eliyar bəy göndərmişdi ki, yazmışdı ki, bu İpək yolunda biz becayın ki, bu belə İslamın üstündə təkid eləyək, gərək musiqiyə təkid eləyirdi. Hansı musiqi? Məgər sizin musiqiniz var idi? O musiqi ki, Çinin və türklərin var idi. Onun 157-də məsələn Səfiyyəddin Ərdəbi, Ərbili, yəni Əbdülmomin də buna deyirdilər, ya Fisaqurəsanı da deyirdilər. Bu türklərin əlhanların, musiqisinin tənzimə salandı ki, Hulaqutunun bundan çox xoşu gəlir, bunu alır sarayına və Bəğdad o zaman ki, mühasirədə saxlamışdı, o zaman bundan tanış olur. Bunu da Vəssafın kitabından fəsl əvvəl səhifə 43-dən deyirəm. Ya məsələn Ayə Əli Məzahirin kitabından Caddiyə Əbrişəmdə bu təbəqi min ki, Çinlilərdən vardı, onlardan misal verir ki, bu nəvazəndələr به صورت İslam'a həman Çini əlhanları gətirirdilər. Həratda, Təbrizdə və Quniyədə bunları çalırdılar. Pəs o zaman biz görürük bu İpək yolunda 3 şəhəri ki, musiqi bunların üstündə var idi və bumu olmuşdular. Hərat idi, Təbriz idi və Quniyə idi. Bu qərni 13-ün mübadilələrindən idi. Həman bu fərdin, yəni Səfiyyəddinin biz görürük ki, oğlu, şagirdi və Şərəfiddin Ərməvi. Biz görürük ki, bu usul məqamهای bu xətaylar, türkləri, bunları 12 məqamda hifz eləyiblər. Elxanların در واقع musiqisi. Bəli, biz eləyə bilirik deyək ki, İpək yolunda musiqi tariximiz var və bu mən nümunələrdən 2-3 dənə sizə misal gətirdim və mən bədə verdim. Amma siz hansı musiqi deyirsiniz ki, Ərəbin ya Türkün musiqisi ya Çinin musiqisi? Bu da gərək musiqidanlar buna varid olarlar, işləyərlər üstündə. پول کاغذی، kağız pul. Bunu Gixato در واقع 1293-də Çav adında bilirsiniz Təbrizdə ilk dəfə İranda İran ki deyirik, İranın ilk şəhəri elə bu dəlillərə görədir. Biz görürük ki, bunu Vəssaf buzurusuna yazır ki, müstətillik idi, La ilahə illallah Muhammed Rasulullah yazılmışdı, Aydın Hind türəci yazılmışdı, təmidi adı idi در واقع Gixatonun. Amma bu tutmadı da, 3 gün Təbrizdə bazarları bağladılar. Məsələn, hər çörək 3 dirəm 125 soğutə girəmə yetişdi. Soğut bir meyardır, qızılçılar bilərlər ki, hər çörək bu qiymətə yetişir. Ki biz görürük bunu qoydular kənara, elə həman o Səlcuqların ağça pulu ki var idi Rumda, biz görürük onu işlədilir, Rumu pul, yəni Rumu da deyəndə Rum da məntəqədir bu zamanlar ki biz işlədirik bunu. Nəqqaşə var idi bu Məsirdə İpək yolunda. Kəmaləddin Behzad ki Təbrizə gəlir Həratdan, sonra Teymuri dövrəsinin sonunda ya Səfəvinin ilk zamanlarında bu da görürük böyük bir nəqqaşların biri olur ki, bu Dokəmal vardı Təbrizdə, Abresan tərəfində, orada da feilən bunun qəbri vardı. Çini qapqaşıq gəlir.
Səfi 43 ay Məzahirin kitabında Təbrizin 8 beheş kaxı ki bunu ruslar gedəndə əl bombaları ilə patlatdılar. Bir dənə də böyük bizim kaxımız vardı ki, Uzun Həsən məsələn mən görürəm ki, söhbətdə vardı Josef Barbaro adında 1953-də, yəni onun kitabından ha deyirəm, onun səfərlər bir kitabı vardı. Hakulayt adında da bir fərd bunu yazıbdı 1873-də çap olub, səhvi 58-də. Orada deyir ki, Uzun Həsən əlbəttə orada misalını deyir, məsəl çəkir ki, Çinlilərin iki gözü vardı, Avropalıların bir gözü vardı. Orada məsələn deyir ki, Josef Barbaro deyir ki, Uzun Həsən bətər fəxr elirdi ki, bizim bu cür qab-qaşıqlarımız vardı 8 behişdə. Təbrizin bu sarayında ki, bu Başmal tərəfində idi də 8 beheşt. Və bilirsiniz oranın tavsifatındakı vardı. Məsələn, Novdanlar vardılar, başları əjdahadır, bilmirəm, ətləsdən, əbrikəmindən pərdələr vardılar, aşpəzxananın əsaslarının laç rəngi vardı, əndərunların hamısı Çinlə gələn çaşılardılar. Heyf olsun ki, bizim bunlardan heç nə əksimiz var, nə nəqqaşımız vardı. Bir beşikdən bir nümayi məsələn kaxların bəzilərindən vardı. Heyf olsun ki, bunlar yoxdular. Hangi zaman bunlar qazılacaqlar, bunlardan nümunələr hangi zaman topraq altından çıxacaq deyə qalır, qalmır və onun əsasından biz bunları inşallah bir zamanı ehya edə bilərik. Ya bu Çini qab-qaşıq ki, bizim də hələ deyirik ki, məsələn Milamin də bu Çinidir. Qonaqlıqlarda zətdə gətirərdilər. Hətta qədim zamanlar deyib bunu qonaqlıqlarda da yox, ayni surətdə bunu fəqət gözəlliyindən ötürü xas bir günlərdə gətirərdilər tamaşadan ötürü. Yəni o qədər bunların labı gözəl olur ki, sonralar biz Həbibüsseyr cildi 3 fəsli 1-də mən gördüm ki, Anadolu tərəfində bu Kaolin toprağından ona bənzərin gətirib də düzdür labı bu Çinlilər kimin olmayıbdı və o cür parıldamayıbdı. Amma hər halda o zamanda biz görürük ki, Anadoluda bunun təqlidin eləyə bilirlər. Basma ya həman Uyğur kəlməlidir də, basma ki, sonra biz görürük ki, bu çapa çönür. Çap çəlkətədən gələn bir ordu bir kəlməsidir. Amma Cığtayda da əlbəttə çapı təqəllüb mənasında yazıbdı bu Fərhəngi Cığtayda ki, Farsi, Türkçe در واقع lüğətnamədə ay xoy yazıbdı və bu Kitabxanə Milli Parisdədir 744. Ya düyü. Düyü Səlcuqlar zamanından var idi, gəlirdi az-az. Bu riştə şəklində gəlirdi və sonralar pilo şəklində oldu. Türklərin o aşpəzxanalarının dövlətlilərində bəli bu var idi. Divan Ətəmə Əbu İshaq 1416 ki, bu Əmir Teymurla müasir idi. Bu da çap İstanbul səhifə 177-dən nümunə deyirəm. Biz soyuq aşda məsələn varımızdır ki, bunu qaşıqla içərdilər. Əlbəttə aşağı tərəflərdə çün qaşıq yox idi. Fikirləşirəm ki, heç bu qəzada tərvağı yox idi. Ya ənnab. Ənnab buranın bumi bir məhsulu deyir. Burada məsələn necə kişmiş çox rivacda idi, elə hamının cibində, kasıbında da dövlətliyində, indi də cibində olar. O zamanda vəsiamı var idi bu ənnabın. Hüduda aləm səhifə 982-də biz görürük ki, Qorqanda bu bumu olur, yəni o zaman. Memarı. Bunu indi Persian hər yerdə yazılı dünyanın bütün peyjlərində, saytlarında. Bu Türk memarısıdır da, lacəvərd rəngi vardı, Bədəxşandan gələrdi, kaşı sazlı işlənlərdi. Yəni bu seramiklərimizdə bizim var idilər ki, mən ta bunu Bursada məsələn gördüm, nə qədər gözəl. Eyni Göymətin tayın orada da yaraldıblar və o zamana da yaxın və kaşı gördüm orada yazmışdı ki, kare, bilmirəm, yadıma gələn bu cür yazmışdı. Kaşikaran Təbriz bu cür yazmışdı. Bu Sultan Məhəmməd zamanındakı Olcayto deyirdilər. Əsl adı bunun, yəni İslam adı Sultan Məhəmməd Xudabəndədir ki, Sultaniyəni yaraldır Zəncan tərəfində. Oranın da çarşılarında var. Göy məsciddə də vardı. Bütün müqəddəs əmakini ki, Kərbəliyəcən məsələn bu türklər yaraldıblar, Qumda vardı və bunların hamısında Məşəddə, Həratda, Teymurlar zamanında siz hangi zaman baxsaq bu Səfəvi memarısında, Teymurlarda biz görürük ki, bunlar o lacəvərd ya göy deyirik də, göy rəngi
məsələn bədənim göyəribdi, vurdu, əlim göyərdi, kəbud oldu. Ona görə məscidə kəbud deyirlər. Üzbəklər qoymadılar da ondan sonra gəlsin Jan Şarden bunu yazıbdı. Və maliyyat. Qazanxan zamanı tuzuq deyirdilər də bunun qanunlarına ki, cürmanəyə, mucrimanə deyirdilər farsda da. Bu qanunnamə xətayda biz görürük ki, Əmir Kəbir təsir alır Osmanlıdan. Amma Osmanlı kimdən alıbdı? Osmanlı da həmin xətaynamədən. Xətayinamə در واقع مجموعه قوانین bu silsilə ya silsilə iştibahdır deyək ha bunu bəhs eləyəcək təbəqə gərək deyək təbəqə Minqha bu Minqlərin təbəqəsi Çində var idi biz görürük در واقع رساله قوانین Çinidir bu Xətayinamə və Kəşf-ı-Zununda Hacı Xəlifə bu ünvan işlədibdi çoxdur ki رساله قوانین Çinidir. Niyə Sultan Süleyman özünə Sultan Süleymanı qanunu deyir? Çünki o qanunları çoxun götürür və özü işlədir ki, sonralar biri də budur ki, maliyyət almaq vardı və bu dəsturat gəlirlər bu şəkildə. Ya məsələn pay TSO-dan gəlir. Faslar bunu oxşadıblar, yenə payız eləyiblər. Haman o aslandır ki, belindən bir dənə yarımçılıq bir şerdir çıxır belinin dalından, əlində də bir qılış vardı. Biz görürük ki, bu nişandır ki, Elxanlar zamanından biz rəsmi surətdə görürük səltənəti və dövləti nişannamızda bizim işlənilib. Bundan qabaq da vardı ha, tarix boyu Sumerlərdən. Müntəha türklərin ilk zamanı ki, rəsmi surətdə bayraq olur, biz onu da görə bilirik. Meyarlar ki orada var. Şənik var məsələn Osmanlıda. Həmin şənuq Çinidir. 1.80 litrdir. Və 5 dəfə məsələn ibadətə durmaq. Biz görürük ki, bu Ç adında Çində var idi. Gecə yarısı olurdu Qazanxan zamanında. Bu 5 dəfə 1326-dan mod olur və ilə axır. Və ya inanclar. Balaca inanclar var da. Biz indi ya Kərimi çox məsələn burada gövərçini müqəddəs bilərlər. Hərəmlərdə məsələn çox yerdə eyvay bu günahdır əl verməyin. Çin tərəfində bunları məsələn göyün nümayəndə, Allahın nümayəndə Tanrıda, Tanrının nümayəndələri bunu bilirdilər. Mühafiz mələklər bilirdilər, firiştələr bunları bilirdilər ki, bu da qeydir, buna ki, üçün imperator çox qonaqlıqlar verərdi, qəzaların çox artıq olardı. Bu quşlar gələrdilər, o kaxta yeyərdilər bunları və o zamandan biz görürük ki, bu da mod olubdu və tappacalar, zərb məsələlər, inanclar, bunların hamısı qabil mütaliədirlər ipək yolunda. Fəhmi, hətta bizim öz məsələn söhbətlərimiz, şeirlərimiz, nəqillərimiz, Koroğlunun məsələn nəqillərində 7 qalada bu Sultani ki vardı, Nigar xanımı saxlayır və bu istəyir onu oğurlasın, qaçırsın, orada saxlayır. Bu 7 qala nə mənədir? Haman Çinin biz baxanda saraylarına, imperatorların 7 qat olur. Yəni bir qatda əvvəl bilmirəm sərbazlar yaşayırlar, kənizlər yaşayırlar, ikinci qatda bilmirəm kimlər ta yetişir axır qatdakı imperatordur və o qədər böyükdür ki, orada şikara gedir, orada gəmi sürür, içəri qatı deyirəm ha. Və imperator ömrünün çox zamanı oradan eşiyə çıxmır. Elə imperatorlar var ki, eşiyə çıxmayıblar o ilk məsələn qoruqdan. Buna da yaxşı filmlər vardılar ki, sonra bunun əsasında cürüyüblər. Tövsiyə edirəm onlar ki, əlaqəmənd oldular Çin fərhənginə getsinlər, buna baxsınlar. Şahruxun canişini məftun olmuşdu. Tarix Həras səhifə 234-dən bunu deyirəm. Məftun olmuşdu. Bir orada saray cürcür Zağan adında, Bağı Zağan adında kimə? Qohərşad Ağabeycimə. Ağabəyimə ki, öz xanımısıdır, məşuqəsidir və deyir neyniyək? Gəlir Təbrizdən, Ərk Əli Şahkivarımızda Ərkin böyük qapıları var idi, Çini Poladdan ki, töhmə idilər bunlar hamısı, böyük əzim qapılar idilər. Bunlara aparır oranın hərəm-sərasının qapısına. Kaş bir gün ömrü puli olaydı. İnsanlar gedəydilər, buna bir baxaydilər, görəydilər o qapılar qalır, qalmır, hardadır sərnevişdi. Bu Təbrizdən gedən qapılar hardadılar və nə cür bunları qeytərmək olar. Biz baxırıq görürük ki, məsələn Lubbabul Əlbab səhifə 166-da bir şeir var. Mələki məşriq az hisadət ruh nəhan darad. Ta دیگر بدن تورگوی تو را که کرته تورگویت آن را می نماید نبیند. من fikirləyirəm heç ədib
əgər bu İpək yolu ilə tanış olmasa, bunları baş tapmaz. Yəni Turğu nə mənədir? Kortej xop yarım tənədir, amma Turğu bir cür parçadır. Çox lətif ipəkdən olur və bunun rəngi açıq məsələn al olur, hulu rəngi olur və ərik rəngi olur. 3 rəngdə olurdu. Biz hətta pəs bu lüğətləri bilməklə ədəbiyyatımızı, nəğəllərimizi eləyə bilirik tanıyaq. Çünki bağlıdır dəqiqən bizim fərhəngimiz bu İpək yoluna. Ya dev ki, indi bir belə deyiblər dev. Dev əslində dəvə kəlməsindən Ayə Əliyə Məzahirin kitabında gəlir. Çünki bu iki güvənli Kuhanlıda, iki güvənli dəvələr var idilər. Çox vəhşi idilər bu. Türkistanda məsələn yaşırdılar. Həm tüpürərdilər, həm insanı qapardılar, həm təpi atardılar. Oğaz hisslənərdilər, öz quyruqlarını məsələn çeynərdilər, ağızları kəflənərdi, insanları öldürərdilər. Və insanlar çox qorxardılar buna. Çünki deyirlər bunun tüpürzəyə dəysə, bu o sər içi vardı, titrətməcələr, ağızdan kəfcələr. Bunun noxuşluğunun məsələn müsəbbibidir. Yəni bu belə qorxurdular. Pəs bu dev də deyir oradan gəlir. Hətta lüğətlərimiz ya bizim məsələn bir ayımız var, Murda dayı. Quyruq doğan deyərik da buna. Quyruq doğan qeydir bu işi Turan və Qafqazda 5-ci ayda bir ulduz vardı, görsənər və adı quyruq doğdu. Bu oradan gəlir. Hamısı pəs bir seridə gələn mücəddədən bu baxışla baxılar. Dilimiz bu şəkildə. Mən fikirlərim ki, söhbətimiz daha getsə çox uzuna gedər. Çünki alış-veriş ki burada vardı. Mən Mindananı dana-dana başlayam. Ya atlar ki əslən burada vardılar. Altaydan ya həmin Aladağdan tutun gəlin, Daş kəndidən tutun gəlin. Ya bu balıqlar 5 balıq nə mənədir, 6 balıq nə mənədir? Bu Kaşqər ki, məsələn deyir, 6 şəhər ki deyirdilər bunlar özlərinə, Uyğurlar, bunlar 5 balıq deyirdilər, baş balıqdır, yengi balıqdır, cin balıqdır, gərəçödür. Bunları başlasaq desək də uzuna çəkər. Mən sözümü istirdim yığam bir yerə, əgər suali vardı, onu eşidim və sözümü cəmbətlik eləyim, nəticəmizi alaq və bəhsimizi qurtara bilək. Çox məmnunam Aygözcür. Məndə sual yoxdur. Ya Kimya xanımın söhbəti olsa, Özgür bəyin qısa bir sualı olsa, çünki vaxtımız da qurtulubdur. Sən götür. Əgər sizin də yenə bir artırma bir söhbətiniz olsa, deyə bilər. Buyurun. Bunu deyim ki, biz belə söhbət elədik və bu İpək yolunun əhəmiyyətinə türklərin arasında dedik. Yəni türklərin zəifləməsi, çi məmalik oleydi ki, Misri idarə edirdilər, çi Osmanlılar oleydılar ki, İslam dünyasını, Şamatdan, Beytülmüqəddəsdən, Ərəbistandan, Suriyədən, Əraqdan bunların hamısının üçün Şamda Suriyə taza addır da, bu istismarçılar qoyublar Şamat və Şam deyirdilər buna. Ya gəlin bu birisi tərəfdə Teymurları nəzərdə tutun ki, Əfqanistandan tutun ta Pakistan, Hindistan, Bangladeş, bunların hamısı Teymurların, türklərin əlində idi. Və İranı nəzərdə tutun ki, türklərin əlində idi. Ta gedin Çin özü ki, türklərin əlində idi. Bu İpək yolu, bu şah damar qırılır. Amma indi neyniyək? Aya oturaq deyək ki, o Spencer Johnsonun kitabını ki, əvvəldə dedim, duraq ki, neynəməliyik? Biz bundan dərs alaq ki, əgər biz bir dəfə eləyə bilmişik mərkəzi ticarət cahanı olaq, yəni dünyanın çarrahı olaq, eləyə bilək böyük ticarətlər əl verək, da indi bu 5 tümən qazanmaqla yox, gərək bir dənə əsasi bir düşüncəmiz olsun. Gələcəyə bir işığımız olsun. Bu bəhslər, bu clubhouse-lar hamısı mən tarix tərifləmirəm. Mən işıq istəyirəm gələcəyimizə saçam və deyəm ey cavanlar, indidən gərək bir durnəmay, bir ufuq nəzərdə tutaq ki, biz bu türk dünyasında eləyə bilək təzəşdən nəqşi, təzəşdən qüdrəti, təzəşdən gücü əlimizdə olsun. Elə bu Zəngəzur işi burada bu belə üstündə bəhsdir, davadır. Bu türk dünyasının nəfinədir. Və nə ola bilərdi ki, İran hakimlərində bu İran şəhri məfkurəsini qoyurdular kənara və deyirlər, əgər bizim ölkəmizdə bir belə türk var, biz bundan bu fürsətdən gərək istifadə eləyək. Gərək biz bu payımız olsun bu yolda. Gərək biz bu ittihadiyyə ki, türk ittihadiyyəsi günbəgün güclənir. Bir gün bilmirəm hava şinası, bir gün bilmirəm cəngi nizamı, bir gün nərimə
qüvvə nizamısı. Bunlar der vaxtı hər gün bir qisməti gedir, indi nəqşəsini təşkil edir. Sabah pərçəmin düzəldirlər, nə edirlər? Mən bu paydan nə mənə almalıyam vaxtı mənim? O kişilərlər ki, bir zərrə onların türkləri var, istəyirlər qatılsınlar, təqaza verirlər. Biz hələ durmuşuq, biz bəhs edirik ki, siz bilmirəm türk dəsiz, Azərisiz, nə Farsı türkü var idi, Farsı Azəri var idi, Farsı Təbrizi var idi. Məskərə sözlər biz bəhs edirik. Biz gərək bu fürsətdən istifadə eləyək və həm bu Zəngəzur, həm bu koridor bizim nəfimiz ola bilər. Yəni türk dünyasının böyük nəfin ola bilər. Çin də bunu bilibdir. Çin də öz mənfəətdən baş tapıbdır və başlayıb bu yolun üstə sərmayəguzarlıq eləyir. Naxçıvanda bu yol işlənilir. Bu yolu onlar ki təqib edirlər və əxbarın bilirlər ki, olmalı olacaqdır. Biz hər zaman kimi hər işdən ki özümüzü bəzən bu siyasətlərlə, qələt siyasətlərlə, bu səhmlərdən, bu nemətlərdən uzaq tutmuşuq, məhrum qalmışıq həmişə. Ayrılar da gəliblər, müsəllət olublar. O şəkildə də indi biz bu günümüzdə, bu vəziyyətimizdə, bu bərqsizlikdə, bu doların bu vəziyyətində bizim bu günümüz bu olubdur. Kaş bu atdan, bu könəzlik atından yenələr olar ki, təsir qoyurlar bu siyasətlərdə və bizim məsullarımızda da bizim bu ünvanı bir dənə şəhərbəndi İranı mütalibəmiz olsun ki, biz bunu istəyirik və özümüzün də əsası bir özümüzə günahlamaq fikrimizdə olsun ki, vaqiət budur ki, buzursun olmayacaqdır və bu səhmidən biz də uzaq qalırıq və inşallah bu dərsi olsun ki, görək əgər keçəcəkdə bir dəfə olubdur, pəs ümidi vardır ki, bir dəfə də ayəndə bu ittifaq düşər. Yaxşı gecəz olsun inşallah. Çox təşəkkür edirəm. Otağımızın sonuna çatdıq. Sayın götürəm. Bəydən çoxlu təşəkkür edirik ki, bu gözəl məlumatları bizə verdilər. Bəlkə İpək yolunun önəmi avadanlıqda, təməddündə, uyğarlıqda, tövsəədə olan nəqşini də işarə buyurdular. Bugünkü Çindən Zəngəzurdan keçən Avropaya yol da bəlkə bir şansıdır, tarixi şansıdır ki, bizə üz tutubdur. Əgər Kimya xanımın söhbəti olmasa, hamınızı gözəl bağışlayan Tanrıya tapşırın və son muzikimizi də eşidik. Təşəkkür edirəm. Özgür bəy, buyurun, son muziki sizdən eşidik.